başlayaq onda buradan. Yoxsa bilmirəm də nəyə baxmısınız, nəyə baxmamısınız. Yəni bunlar böyük ehtimalla keçən həftəki səhvlərinizdir. Buradan hansınasa baxmısınız, alınmayan var uşaqlar, R2-də birdən. Müəllim, mən N məsələsi məndə hələ də kodun yazan var. Niyə? Nə problem verir? Mən nə qədər izah eləyirsiniz başa düşürəm, kodu yaza bilmirəm amma. Bax, yazaq. Mən bir də bir şey eləyə bilərəm. De. Yəni, əvvəlimizdə məndə suallar 828-ə kimdən yazdığınız, məsələn, orada 9562 nömrəsi məndə çıxır. Hə, o çünki admin mənəm deyə məndə görsənir ancaq. Sizdə görsənmir. Sualları mən görmüşəm deyə məndə görsənir ancaq. Ona görə mən sizə şəklini atırdım ki, elə baxasınız. Mənim E-Olimpdəki suallar görsənir əslində məndə. E-Olimpdən hansı sualını qoymusunuzsa, onların nömrəsi görsənir yuxarıda. Görsənir? Bəli, müəllim, məndə Belə? görsənir. Mən səhvən sənə adminlik falan vermişəm, necə görsənir? Yox, olanmaz. Mən bilmirəm, görsənir məndə. Bitmiş yarışlarda ola bilsin görsənir. Yəni məsələn və bunlarda görsənə bilər. Amma hal-hazırda bitməyən yarışlar üçün görsənirmi? Məsələn, R2-də müəllim mən görmüşəm, J məsələsi E-Olimpdəndir. Belə görürsən sən? Bəli, müəllim. Müəllim, mən də həmin Orada o nömrə görürəm, amma şeydə görürəm, elə bir koda verəndə orada yuxarıda yazılır ki, E-Olimp. Hə, o şeyə görə yazır da, elə bu problemə görə yazır ki, Olimpin şeyi çıxır. Amma elə bildim belə görürsən iməndən. Hə, onda heç sən. Mən bir anlıq Əkbərin Yox, admin yəni görməyiz bir problem deyil. Sadəcə heç vaxt yəni adminlərdən kənar görsənmir də. Yəni yarış bitənə qədər ancaq məndə görsənər. Sadəcə qəribə gəlir. Bax Əkbər, birinci M-li bir massivimizi yaradaq. Sin elədik. Deməli, bizə nə deyir? Deyirdi ki, 2-2-dən, yəni o 1-dən indeksləmişdi. 3-4-ə qədər mənə bu hissədəki ədədlərin cəmin ver. Birinci biz 1-dən indeksləməmişik deyə, gəl bunun verdiyi indeksləri biz çıxaq. Məsələn, x, y deyirəm, bir də x1, y1 deyirəm. Bunları sin eləyək. Sonra hamısından 1 çıxaq. Çünki bu 1-dən indeksləyibdir, amma biz 0-dan indeksləmişik. Hamısından birinci 1-i çıxıram. Çıxdıqmı? Deməli, biz bu ikisinin arasında qalanı tapmaq üçün dedik, nə edirik? İ'miz bunun i'sindən bura qədər dəyişirdi. Yəni, buradakının i'si nə qədər aşağı olsa, biz i'ni həmin yerdən bunun i'sinə qədər aparmalıyıq. Ona görə, yəni, hardan hara aparacaq? X-dən x1-ə qədər. Formumuz gedəcək x-dən x1-ə qədər və i++. Qaldı J-miz. J-miz nə qədər dəyişməlidir? Bunun J-sindən bunun J-sinə qədər. Yəni, bu nə qədər sağda olsa, biz o qədər bir J-nə əhatə edən hissəyə baxmalıyıq. Yəni, və yaxud da bu nə qədər burada olsa, biz ancaq 2 dənə J-yə baxacaqdıq. Yəni, bundan bunun arasında qalan J-lərə baxmalıyıq. Ona görə J-lərimiz nədir? Biri Y-dir, biri də Y1-dir. J-miz gedir Y-dən Y1-ə qədər. Mənim Y1 çıxılsın, o Y1 çıxılsın 1 yazmışsınız axırda. Aha. Və Bəli. bizə nə lazımdır? Bir dənə cəm lazımdır. Cəmi götürdük, cəmin üstünə hər dəfəsinə A, I, J-ni gələcək. Və siyahıda gedib cəmi verəcək. İndi test eləyək. Nə verdi? 25. Mənim E-Olimpdə bizim işlədiyimiz suallar very easy kimi götürülür. Hə, yəni çox sual very easy götürülür. Yəni bunlar əslində çünki hər mövzunun ilk mövzularıdır, ona görə very easy deyir. Tag olaraq elə deyilir yəni. Amma çətin deyil məncə. Həm də ki, burada belə bir şey var, əsasən ona görə şey eləyir ki, yəni məsələn 4000 adam submit edibsə, buna 56%-i düz yazıbdır.
Sən ona görə verir izindir. Yəni elləri var ki, burada acceptance rate, yəni qəbul edilmə, düzgün qəbul edilmə faizi 10% falandır. Hə, onlar üzrə biraz hard suallardır. Yəni Very məsələn, hard yazılır bəzilərində. məsələn harddan görüm işlədiyim hard. Mən baxmışam bəzilərinə, çox çətindirlər. Görüm mənim işlədiyim hard var idi burada. Mən bir ara visualizasiya istəyirdim ancaq. Yəni baqa düşdü. Məsələn görək bu həqiqətən hard sual. Hə, baxın məsələn buna hard deyilmiş. Yəni bu əslində hard Müəllim, deyil. bu əksinə rahatda axıdır. Yəni də o dediyim kimi də o təqi biraz fərqli şeylərdən eləyir, yəni. Tam düzgün olmur, yəni. Ona görə boş-boş danışır orada, yəni. Hamısı asandır sizin üçün. Məsələn, müəllim, E-Olimpiya keçib o isə hansısa bir 95-62 yaza bilərsiniz. Niyə Və yazmır? search. Məndə orada çıxdı, ona görə. Məndə bu suallar çıxdı. Bura girirsən problem hissəsinə. Bəli, bəli. Sənin E-Olimpiyadan nəsə problem var onda. Dərsdən sonra baxarıq, narahat olma. Aldım. Tamam, en sualına da baxdıq buradan. Əkbər, aydın oldu bu sual? Yəni sadəcə buradan bura Bəli, qədər, müəllim. buradan bura qədər. Digərləri, burada bilmirəm hansı suala baxmısınız, hansı suala başvurmamışsınız. Amma hansınasa baxmısınızsa, eləyə bilməmişsinizsə, gəlin baxaq. Yəni buradan hansına baxmısınız, alınmayıbdır. Heç birinə baxmamışıq deməyin. Sakitlik yaxşı bir şeyin işarəsidir. Səssizlik deyəsən etsə, baxmayıb və baxılanlar anlar. Elə bir şey oxşur. Nəysə. Müəllim, sakitlik o deməkdir ki, Hamısı asandır da. işləmişik. Ha, işləmiş. Ayda bu nə pis çıxdı bu E-Olimpiyanın problemi. İndi bilmirəm ya, yazmısınız, yazmamışsınız. Maraqsız oldu belə. Yəni məndə asan yeganə sual var idi. O Müəllim, da nə bilim. ikinci sual. Başqa heç bir açılmır. Bu suallar da bilmirəm. Məndə məsələn suallar görsəm, bunun həlli yoxdur yəni. Müəllim, məndə də görsənmir. Məndə də görsənmir suallar. PDF-dən bax. A, PDF-dən baxmaq olur. Bəli, bəli. Bəli, Ha, müəllim. onu bilmirdim. Muhammed elə də eləyə bilərmişsən. PDF-dən baxmaq olurmuş. Müəllim, amma adam əsəbləşdirir belə orada səhifədə 127.0 nəsə yazılır. Məndə də elə eləmək varmış. Siz bir də başa-başına atdınız da. Hə, nə eyb yox, amma yəni PDF-dən də baxa bilərsiniz. Bunun üzrə bir problem, həlli yolu yoxdur, yəni. Bu bilmirəm niyə belə eləyir. Nəsə biz axır vaxtlar. Bəzi yarışlarda görsənir, bəzi yarışlarda Hə, görsənir. bilmirəm. O üzrə səbəbi yoxdur məncə. Nəsə bilmirəm. Yəni video çox serverləri yüklənir ola bilər. Nəsə şu an Array 2-də birdən belə baxıram sual vermədiniz. Vektor 1-ə gedirəm. Deyə də bilmirəm niyə burada yazmamısınız. Çünki bilmirəm yəni yazarsınız birdən səhv çıxaram. Vektordan F-i baş sala bilərsiniz. Baş sala bilərəm. Hə, belə deyim ki, heç nə. Deyim, baş salmaq deyim. Yoxsa sakitçi başımı gəlmir elə şeydir. Nə deyirdi bizə? N ədədi verilir. N ədədinin rəqəmlərinin yerini dəyişdirməklə alına bilən maksimum ədəd və rəqəmlərinin yerini dəyişdirərək alına biləcək minimum ədədin bir-birindən çıxmalıydıq və onların kvadratını tapmalıydıq. Yəni məsələn 30605-in rəqəmlərin yerini dəyişib yarada biləcəyimiz ən maksimum ədəd 65300-dür. Yarada biləcəyimiz ən minimum ədəd isə 356-dır. Denən cavabdan. Mənim siz bunda şey demişsən, alına biləcək ən kiçik ədəd tapmaq üçün sortlamalıydıq. Sonra da reverse eləyib ən böyük yanını tapmaq. Düzdür. İndi baxaq görək necə olur. Mənim whiteboardum da açılmır. Məsələn, hər yerdə bir problem çıxır. Mən hər şey Müəllim, bir zamanı olmağa setdən çalışır. neçə dərs qalacaq? Setdə o sizin işləmənizdən asılıdır. Nə vaxta qədər yaxşı olsanız o vaxta qədər. Amma setin Müəllim, yəni bir çox dənə yarışı işləsə. var. Yəni bir dənə yarışı var, amma qabaqda setə aid çox sual olacaq. Yəni məsələn stringdə də elə suallar olacaq ki, set istifadə edəsiniz. Müəllim, tez işləsək stringi də tez keçəcəyik. Keçməyək.
Mən gec işləyərik. Elə şey eləməyin uşaqlar. İmtahan yaxınlaşır. Qoyun mövzuları qutaraq ki, maksimum təkrar edək. Mənim birinci raunda düşür string. Yox, birinci round göstərdiyim kimi olacaq. Yəni çox sadə olur. Amma yenə də yəni bitirməyimiz bizə yaxşıdır da. Niyə mən whiteboard-um açılmır, dəli olacaq. Təkrar yarışları işləmək yaxşı. Yes. Yəni bütün proqramlar sözləşib çıxara bilər. Keçənməsinlər. 100%. 120 dənə suallıq yarışlar olacaq. Şükür. Mən amma buradan da yazmağı sevmirəm, amma nəysə. Hə, yəni məsələn düşünək ki 30605-imiz var. İndi biz bunun birincisi rəqəmlərinə necə baxırdıq? While-da baxırdıq ki, hansı ki həmişə ədədin n% 10-unu götürürdük. Yəni görürsüz də ekran məncə çox kiçik deyil ki şeyi, şrifti falan. Bundan artıq bilmirəm böyütmə Yəni olur. görürük. Okay. Hə, hər dəfəsində nə edirdik? n% 10-unu götürürdük və ədədimizi həmişə 10-a bölürdük. Yəni məsələn necə bir şey olurdu bu 30605-in üstündə? Birinci 5-i görürdük, sonra 0-ı, sonra 6-nı, sonra 0-ı yenə. Yəni belə gedirdi, amma hansı ki ən axırından başladı. Yəni həmişə ədədin n% 10-unu götürürdük və 10-a bölürdük ki, ədədimiz biraz kiçilsin ki, növbəti səfər n% 10 eləyəndə yenə bu rəqəmi götürürəm, sonra yenə 10-a bölürdük. Bu adi işləmə prinsipi idi. İndi mən düşün ki, hər dəfəsində bu prosesi eləyəndə bu ədədlərimi məsələn atıram vektorumun içinə. Atdım 5-i vektorun içinə. Sonra 0 atdım. Sonra 6-nı atdım. Sonra yenə 0 atdım. Sonra 3 atdım. Yəni bunların bütün rəqəmlərini yığdım bir vektorun içinə. İndi bax, mən bunu sortlasam, necə bir şey olacaq? 0, 0, 3, 5, 6. Bu sortlanmış halda. Bax, bu hissəsinə baxanda əslində bu 356 rəqəminə oxşur. Deməli, yəni, niyə elə əslində bundan gəlir? Çünki ədədimizi sortlayanda nə olur? Kiçikdən böyüyə doğru sıralanır. Yəni, kiçikdən böyüyə doğru sıralanmaq əslində elə bizim istədiyimiz şeydir ki, hansı ki minimum ədəd alınır. Yəni, minimum ədəddə elə kiçik rəqəmdən böyük rəqəmə düzüləndə alınan rəqəmdir də. Belə eləyəndə bizim də bir düsturumuz var idi. Hansı ki, məsələn, x bərabər olsun, x vur 10, üstünə gəlsin, məsələn, indi baxdığımız v-i. Bu elə hardan gəlirdi? Hər dəfəsində ədədimizi 10-a bölürdüksə, indi mən bunu bir ədəd formasında yığmaq istəyirəmsə, 10-a vurub həmin birləşdirmək istədiyim rəqəmin üstünə gələcəkdim. Onsuz sıfırlarda heç nə dəyişməyəcək. Bunları üstündən keçirik. Baxırıq məsələn 3-ə. Nə olacaq? Məsələn x düşün ki, lap başda 0-dır. Neyniyəcək? 0-ı 10-a vuracaq. Üstünə gələcək 3-ü. X oldu 3. İndi düşün ki, mən 3-ün yanına 5-i birləşdirmək istəyirəm. Yəni artıq 3 yox da 35 eləmək istəyirəm ədədimi. Neyniyəcəm? 3-ü vuracam 10-a, bir dənə yer artsın 3-ün yanında. Və üstünə də 5 gələcəm ki, o yanındakı yer olsun 5. Nəticədə ədədimiz nə olacaq? 35. Gələn səfər 35-i vuracam 10-a, üstünə bu səfər gələcəm nəyi? 6-nı. Eləyəcək nə? 356. Minimum ədədi bu yolla aldım. Bura qədər bir sual yoxdur ki. Okay. Yoxdur. Bu minimum ədəddir. Bəs maksimum ədəd necə alacam? Buna bir reverse atacam. Reverse atandan sonra bu vektorumuz nə halına gələcək? 6, 5, 3, 0, 0. Artıq böyükdən kiçiyə doğru düzüldü. Eyni elədiyimiz prosesi indi bu, yəni belə vektorun bu halına eləyəcəyik. Bunda da nə edəcək? Birləşdirəcək, alınacaq 65.300. Soramda asandır. Bundan bunu çıxacam, kvadrata yüksəldəcəm. Tamam. Məncə rahatdır. Bir ümid edirəm whiteboard açsar, amma açılmayıb da. Bax, burada bir problem var ki, mən bunu silə bilmirəm. Yoxsa belə eləmək var da bir də, nəysə. Kodunu göstərə bilərsiniz. Göstərə bilərəm. Bir saniyə. Bir dəqiqə. Bir dənə də whiteboard olmalıydı. Adı neydi o? Yadımdan çıxıb. Müəllim, mən arada burada yazıram. Bu niyə oldu nədir?
Vərəq yoxdur evdə. Yəni whiteboardda daha maraqlıdır. Hə, okey, buraymış. Hə, bura yaxşıdır, xoşum gəldi. Bunu bağlayam. Bunu da bağlayıram. Bir işə yaramır onsuz da. Okey. F-in kodu. Hə, bax neyləmişəm? Hər dəfəsində sonları pushback eləmişəm. Sonra bunu sortlamışam. Sortlayandan sonra bax belə bir şey alınıbdı. Sonra kiçiklə böyük götürmüşəm ki, hansı ki biri minimum ədədi götürəcəm, biri də maksimum ədədi. Sonra neyləmişəm? Bax bunun üçün for'da getmişəm, kiçiyi hər dəfəsində 10-a vurmuşam, üstünə v-ni gəlmişəm, dediyimiz kimi. Sonra həmin vektora bir reverse atmışam. Reverse atandan sonra neyləmişəm? Böyüyü həmişə 10-a vurmuşam, üstünə də v-ni gəlmişəm. Artıq maksimum ədədim də var, minimum ədədim də. Böyüdən kiçiyi çıxmışam, vurmuşam, böyüyü çıxasan kiçiyə. Aydındır? Bəli. Səssizlik olmalı. Səssizlik bəlidir. Deməli, sonra burada Məncə sualını izah edə bilərsiniz. elə ora gedirdim, gördüm orada çox boşluq var. C sualında nə deyirdi? Deyirdi ki, bizə durmadan ədədlər verilir while sinində və bizdən cavabı həmin halda istəyir ki, biz 3 dənə ardıcıl ədədin yazıldığına görə, yəni 5, 6, 7 məsələn. Və bu 7 gələndə artıq bu 3 dənə ardıcılın hissəsi tamamlarda bu ardıcıllığın. Düzdür, görürük ki, artıq 3 dənə ardıcıl ədəd gəlibdi yanaşı. Və deyir ki, həmin anda bizdə neçə dənə ədəd var idi əlimizdə? Həmin anda görürük ki, 5 dənə ədəd var imiş əlimizdə. Yəni bu ikini artıq saymırıq. Yəni bundan sonra 1000 dənə ədəd gəlsə, biz yenə deyəcəyik ki, 5 dənə ədədin sonucunda biz gördük ki, 3 dənə ardıcıl ədəd yanaşı gəldi. Bizdə sual şərtindən bunu istəyir. İndi məsələn, nə edə bilərik? Məsələn, bax, hər dəfəsində bizə ədədlər gəlir. 3, 6, 5, 6, 7. Məsələn, hələ ki, buranı saymıram. İndi bax, mən nə vaxt bilə bilərəm ki, məndə 3 dənə ardıcıl ədəd var. Mənə birincisi elə bir şey lazımdır ki, elə bir yanaşma eləməliyəm ki, mən, məsələn, bu ədədə baxanda bundan əvvəlki 2 ədədimin olduğunu necəsə bilə bilim. Yəni, mənə bunları saxlamaq lazımdır. Yəni, mən sadəcə, məsələn, sin-n eləsəm və bundan başqa heç nə eləməsəm, mən heç vaxt bilənmərəm ki, 3 dənə yanaşı ədəd gəlibdir. Deyən Əkbər. Müəllim, bunu belə eləmək olar. If VI bərabərdirsə, VI çıx 1 üstəgəl 1-ə. Yes, elə eləyəcəyik. Aha. Bax, birincisi, onu deyəcəkdim ki, mən əgər buna baxanda, məsələn, 7-yə baxanda, mən əgər bilmək istəyirəmsə ki, 6 ilə 5-ə də necəsə baxmaq istəyirəmsə, ən rahat yol nədir? Vektor götürməkdir, düzdür? Mən vektor götürəndə artıq bunların hamısını yadımda saxlayacağam bu ədədlərin. Massiv götürə bilmərəm, çünki ölçüsünü bilmirəm ki, neçə dənə ədəd olacaq. Ən rahat ona görə vektordur. Vektor götürdüm. Birincisi, ilk şərtim nə olacaq? İlk şərtim o olacaq ki, bax, bizim cavabımız heç vaxt olmayacağı ehtimal nədir? Əgər mənim V-sayzım 3-dən kiçik olarsa, məndə heç vaxt cavab ola bilməz zaten. Bu nə deməkdir? Yəni, mən 3-ə baxanda bunun cavabı düzgün ola bilər. Yəni, 3 dənə yanaşı ədəd gələ bilər, sadəcə bir dənə 3-ə baxanda. Gələ bilməz, düzdür? Çünki bir dənə ədədə baxmışam hal-hazırda. Sonra, məsələn, 6-ya baxıram. Bu halda da gələ bilərmi 3 dənə ədəd yanaşı? Gələ bilməz. Çünki 2 dənə ədədə baxmışam. Artıq 3-cü ədəd gələndə, bunda ola bilər cavab. Ona görə yoxlayacağam. Ona görə deyirəm ki, gəl V-size 3-dən kiçik olanda continue eləyək. Yəni, baxmayaq heç suallara. Tamam? Bura qədərlə ki, bir sual yoxdur ki? Müəllim, yəni 3-dən kiçik hal yoxdur da. Yox, var. Niyə yoxdur? Cavab olaraq yoxdur, Düzdür. Bəli. Aha, bunun highlighter zad da varmış, xoşum gəldi. Bura qədərlə ki, bir sual yoxdur ki, Fatimə?
İmam xeyr, Hı hələ hı. yoxdur. İndi sonra biz məsələn düşün ki, sadəcə əlimdə mənim 5, 6, 7 var vektorumda. Məsələn indekslərini yazıram 0, 1, 2. Mən bunu necə yoxlayaram ki, məndə bu üçü ardıcıldır və yaxud da yox. Bax, ardıcıl ədədlər necə olur? Məsələn, ortada bir x dayanıbsa, bundan əvvəlki nə olmalıdır? X Heç. artıq 1. Ay, Bir. sağ ol. Bundan sonramki nə olmalıdır? X plus 1. X X plus 1. plus 1. İndi mən bu şeyi yoxlamalıyam vektorumda. Düşün ki, indi bax bu ədədimə baxıram və buna deyirəm ki, məsələn sən məsələn deyək də bu V idi. İndi mən necə yoxlayım ki, məsələn 6 7-dən əvvəl gəlir. Necə yaza bilərəm onu? Yəni if-in halında məsələn yoxlamaq üçün. X bərabərsə yox nə? Yox, bax belə Ha, yoxlayım. V A, i bərabərsə B V də x çıxıb 1 üstə gəl 1. Ay, sağ ol. Məsələn, əgər VI bərabərdirsə, VI çıxılsın 1, yəni bura 6. Üstünə nə gəlməliyəm ki, 7 alınsın? 1. Bu şərt ödənsə və hansı şərt ödənməlidir bir də? VI çıx 1-də nəyə bərabər olmalıdır? Məsələn, VI VI minus 2 plus 1. Ay, sağ ol. Yəni, bu 3 dənə şərt ödənsə, mən artıq nə biləcəm? Biləcəm ki, məndə bu 3 ardıcıl ədəd imiş. Yəni, hamısında hər biri bir əvvəlkindən bir vahid daha az olma şərtləri. Yəni, mən bu şərti bir sözlə yoxlamalıyam ki, əgər bu şərt ödənərsə, demək ki, məndə 3 dənə ardıcıl ədəd gəlibdir. İndi, məsələn, kodun üzərində gedək. Bax, birinci nə eləmişəm? Demişəm ki, əgər V-size 3-dən kiçiksə, hələ ki bu x-i unut, hələ ki bu x-ə baxmayaq. V-size əgər 3-dən kiçiksə, continue eləmişəm. Bu V-ni də həmişə eyni də V-yə pushback eləmişəm. Və bu dediyimiz şərtdir ki, hansı ki bu halda onsuz cavab mümkün deyil. Sonra getmişəm baxmağa. For-la baxıram. Deyirəm ki, məsələn, i-ni 1-dən başlatmışam. Niyə 1-dən başladırıq? Çünki mən VI minus 1 eləyirəm burada. Heç bax, burada, indi burada yazdım if-də. Mən necə eləmişəm? VI minus 2 heç yazmamaq üçün belə bir şey eləmişəm. Ortadakı VI-ni götürmüşəm. Buna bir VI demişəm. Demək, VI plus 1 nəyə bərabər olmalıdır? VI üstə gəlinsin 1-ə. Bəs VI çıx 1 nəyə bərabər olmalıdır? VI Plus 2. çıx 1. Çünki bir dənə əvvəldəki axı V-dən. Hə. Belə düşün. Yəni, düşün bu 5-dir, bu 6-dır, bu da 7-dir. Tamam. İndi gedək, baxaq görək kodda nə eləmişik. Demişəm ki, VI bərabərdirsə VI minus 1 üstəgəl 1-ə. Yəni, bunu 5 kimi xəyal edeyim. 5-in üstünə 1 gələndə 6 alınarsa və 6 üstəgəl 1 VI plus 1-ə bərabərdirsə, yəni 7-yə bərabərdirsə, onda geçsək out-a V-size ver. Çünki mən burada artıq baxmışam ki, cavabı tapmışam. Yəni, belə bir ardıcılığım var mənim əlimdə. Burada da niyə V-size çıx 1 eləmişik? Çünki dedik ki, əgər bir şeyi plus eləyiriksə, V-size indeksimiz V-size-ə bərabər olmasın deyə həmişə minus 1 eləyəcəm mən. Çünki düşün ki, əgər mən bunu yazmasam, əlimdə belə bir ardıcıllıq var. 5, 6, 7. Mən gedib bu indeksə də baxacam. Burada yenə V-yi plus 1 eləyəcəm. I plus 1 eləsəm, burada bir indeks var? Yoxdur. Ona görə error verəcək artıq avtomatik olaraq. Ona görə belə bir şeydən qaçınmaq üçün bura V-size çıx 1 yazırıq. Eyni ilə niyə 1-dən başladırıq? Çünki i minus 1 eləyirik. Əgər 0-dan başlatsaydım, mənfi 1 indeksinə baxmış olacaqdım. Ona görə buraları belə başladırıq. Bəs buradakı x1 nədir? x1 odur ki, dedik ki, bunu bulla da yaza bilərdik, belə də yaza bilərik ki, hansı ki, mən deyirəm ki, x 0-a bərabər olanda cavabı hələ ki tapmamışam. X-i 1-ə bərabər eləyirəm ki, mən cavabı artıq tapmışam. Sən yəni bundan sonra ədədlər gəlsə də, gedib nəyisə axtarma ki, burada ardıcıllıq var yoxsa yoxdur. Çünki mənə nə deyib? İlk gördüyün ardıcıllıqda
Neçə dənə ədəd var, mənə onu denən. Ondan sonra istəyir 5 dənə ardıcıllıq gəlsin, istəyir 6 dənə ardıcıllıq gəlsin, mənə heç bir fərqi yoxdur. Ona görə x-i 1-ə bərabər eləyirəm, yəni cavabı tapmışam. Və bura bir dənə də şərt əlavə eləyirəm ki, və yaxud da x 1-ə bərabərdirsə, mən cavabımı artıq tapmışam. Sən continue elə. Bura gəlib baxma bir də. Burada bir cavabı axtarma. Çünki mənim cavabım zaten hazırdır. Yəni ona görə x bərabər 1 eləyirik ki, bir də gəlib bunlara baxıb bir də nəyəsə siyahut eləməsin. Və burada da kod bitir. İndi nəsə sualın varsa ver gəlsin. Xeyr, mənim yoxdur. 100%. Bəli. Tamam. Deməli, C sualda belə getdi. G ən az yazılan suallardan biri olub. Bu da hansı sual idi? 100-dən məsələn 0,01-i çıxmaq söhbəti. Bunda necə demişdik uşaqlar? Məsələn, bunu yenə bayaqki sualdan eyni qayda ilə tapa bilərik ki, hansı ki maksimum ədəd və minimum ədəd. Məsələn, 100-dür. Bu da əslində tutaq ki 1 alınır da. Heç 0,0'ları unutun. 100-dən 1 çıxanda nə alınır? 99 alınır. Bəs hardan bilirəm ki, mən əvvəlində 0 verməliyəm? Çünki bizə deyib ki, çıxışda elə bir şey düzəlt ki, bax bu fərq harda deyirdi? Hə, deyir bərabər olsun. X ədədində, yəni burada neçə dənə rəqəm varsa, bu fərqdə o qədər rəqəm halında olsun. Yəni, məsələn, bizdə 103 rəqəmlidirsə, sonda aldığımız fərqdə 3 rəqəmli olsun. Yəni, belə bir şey deyirdi ki, 100-dür. 100-ün əslən maksimum versiyası budur. Yəni, rəqəmlərin yerini dəyişdirməklə. Minimum versiyası da 1-dir. Mən bu ikisini çıxanda nə olur? 99 olur, düzdür? Bizdən amma deyir ki, bu alınan fərqdə 100 neçə rəqəmlidirsə, o qədər olsun. Yəni, 3 rəqəmli olsun. Ona görə gətiririk əvvəlinə 1-0 qoyuruq. Yəni, bizim eləməli olduğumuz şey nə idi? Lap başda verdiyi x ədədi üçün rəqəmlərinin sayını tapmalıydıq. Bu birinci şərt. Rəqəmlərin sayını tapandan sonra artıq mən biləcəkdim ki, lap baş... Bəli. Nəsə deyirdin deyəsən. Ops, internetim gedib mən. Müəllim, nə oldu? Nəsə donursuz. İndi də donuram, yoxsa keçdi? Müəllim, 2 saniyə əvvəl donurdu. İndi də donursuz. Bəs indi? Müəllim, eyni. İndi də donuram. Bəli. Donuram, sən necə eşitsən səsim? İndi cavab Müəllim, biraz daha yaxşı oldu. İndi yaxşı olmalıdır məncə. Bir saniyə tam düzələcək. İndi düzəlməlidir məncə. Bəli. Mənə normal gəlir. Mən düzəlib. Okay. 1 megabayta keçdim. Yəni burada üzə alım səhv yəqin getməsinə sarıda internet gedir. Okay. Üstündən bir də keçim. Yəni bizdən hara qədər donmuşdu? Yəni axırı səfər nə deyirdim? Müəllim elə 100'ü deyirdi zoraları. Düzdür. Hə, yəni 100-ün birincisi rəqəmlərin sayını tapmalıyıq ki, verilən x ədədin ki, mən bilim ki, sondakı fərqim neçə rəqəmli olmalıdır. Sonra burada max min tapmaq versiyası zaten bayaq F sualındakı ilə eynidir. Aha, sonuncu şey nə olacaq? Max çıx mini tapandan sonra bir dənə də bu fərq üçün rəqəmlərinin sayına baxacağam. Məsələn, 99-dur. Rəqəmlərin sayını sayacağam ki, neçə dənədir? 2 dənədir. Bəs məndə 100 neçə rəqəmli idi? 3 dənədir. Onda mən neçə dənə 0 verməliyəm bu 99-un qabağında? Bir dənə 0 verməliyəm ki, tamamlansın olsun 3 rəqəmli. Yəni, hər dəfəsinə neçə dənə 0 verməliyəm? Bu çıxılsın, bu say qədər bir 0 verməliyəm. Yəni, koduna baxaq. Məsələn, n çıx i olsa verməliyik ki, yəni say çıxılsın 1. Necə bir dedim? Məsələn, 100 çıx 1 deyirik. Orada deyək ki, saylarını tapdıq 3. Ay çıxılsın 1 qədər 0 verməlidir. Yox, həmişə say çıx 1 qədər yox.
Sən birinci tapmalısan ki, sənin başda bir n ədədi verəcək, düzdür, hər dəfəsində. Sən tapmalısan ki, bu neçə rəqəmlidir. Bu birinci şərtin. Məsələn, buna deyirəm ki, x rəqəmlidir. Sonra, məsələn, sən bir dənə max ədədini tapassan, bir dənə də min ədədini tapassan. Sonra bunların fərqini tapmalısan, düzdür, şərtdə elə deyir. Məsələn, max çıxılsın, minimum olsun. Sən bir də bunların rəqəmlərinin sayını tapmalısan ki, neçə rəqəmlidir. Buna da deyirəm y. Sən indi düşün ki, bu 4 rəqəmli idi. Sən də fərqdən tapırsan ki, 2 rəqəmlidir. Yəni düşün ki, belə bir şey olmalı idi. Fərqin 4 rəqəmli bir şey olmalıdır. Amma sənin fərqin olub məsələn 2 rəqəmli. Amma qarşısında heç nə yoxdur. Sən ona görə nə qədər 0 verməlisən? 4 minus 2 qədər. Yəni lap başdakı ədədin rəqəmlərinin sayı çıxılsın sondakı fərqin rəqəmlərinin sayı qədər. Çünki sən bunları verirsən ki, bu 4 rəqəmli halına gəlsin. Bunları verməsən bir növ tamamlayırsan da elə bil 4 rəqəmliyə. Tamam, sənin əlində bu var. Sən qabağına sadəcə sıfırlar atırsan ki, qoy 4 rəqəmli olsun. Yəni neçə sıfır atmalısan ki, bunu məsələn lap başdakı 4 rəqəmli qədər eləyəsən. Biz onu axtarırıq. Baxın, nə etmişik? V.pb eləmişik, yenə sonları. Sortlamışıq. Bax, birincisi, əgər mən bunların hamısını vektorun içinə atmışamsa, məndə eyni ədədimin neçə rəqəmli olduğunu nə bildirəcək? Elə v-size bildirəcək. Çünki v-size'ın içində mənim zaten rəqəmlərim var və bu rəqəmlərin də ümumi sayı ilə v-size-də toplanır ki, vektorumun ölçüsü nə qədərdirsə, eyni ədədim o qədər rəqəmlidir. Sonra sortlayıram bu vektoru. Eyni ilə bayaqki proses kimi. Bu isə f kimi. F-lə eynidir. Aha, fərqli nədir? El fərq deyirəm ki, hansı ki böyük çıxılsın balacaya bərabər olsun, say bərabər 0 deyirəm. Buranı hələ ki unudaq. İndi gedirəm mən fərqin neçə rəqəmli olduğuna baxmağa. Burada sayı sayıram hər dəfəsindəki. Baxım görüm fərq neçə rəqəmlidir. İndi mən nə etməliyəm? V-size-dan çıxmalıyam sayı ki, onların arasında neçə fərq varsa, mən o qədər 0 verməliyəm ən əvvəldə. Yəni 100 məsələn 3 rəqəmli idi. 99-da 2 rəqəmli oldu fərqlərin çıxanda. Mən deməli bir dənə 0 verməliyəm. Siyahıda 0 verdim. Ondan sonra sizə gəlib qabaqlarında sadəcə böyük çıxılsın balaca fərqini verirəm. Bəs burada yazdığımız if nədir? If odur ki, əgər fərq 0-dırsa, o bu while-a girə bilməyəcək, düzdür? Mən ona görə sayı burada 1-ə bərabər eləyirəm ki, çünki 0 da əslində bir rəqəm deməkdir də, düzdür? O gəlib burada bunu artırmayacaqdır, çünki while-a heç girə bilməyəcəkdir. Ona görə bunun başda bir dənə ayrıca bir hal üçün qeyd edirəm ki, fərq 0-a bərabər olanda sən sayı 1-ə bərabər elə və davam elə. Və o da gəlib yenə burada elədiyi prosesi davam elətdirəcəkdir. İndi burada nə sual var, deyin gəlsin. Sakitlik olmasın, bir dənə sual verin, daha yaxşıdır. Çox sakitlik oldu. Bəlkə internetim gedir. Çox sakitlik oldu, elə biləm internetim gedib. Mənim getməyib internetiniz. Getməyib mən. Hələ də gözləyirəm. Yəqin ki, sual yoxdur. Yoxdur. Tamam. Buradan başqa demək olar çox sualı yazmışsınız. Buradakı səhvlər nə idi? Bunlara məncə baxmışdım o bir dərs. Suallarda baxdıq onsuz da. Okey, vektoru hələ ki bağlayıram. Gələn dərs yenə baxacağam. Setdəki ranking cədvəli məni məndən alıyor. Mükəmməl bir ranking cədvəli. Mən setdə C-ni eləyə bilmişəm. Yoxlayanda da olur. Sadəcə yəni bind account eləyəndə də submit oyanmıram. Xəta verir. İndi submit eləməyə çalışmısan C-ni? Mən tərsən çalışıram. Çalış. Mənim şeydir, belə xəta verir ki, this submit method isn't currently allowed. İndi submit eləyəndə nəsə yaz. Sən submit eləyəndə bax gör, belə bir şey çıxır məndəki kimi.
Çıxmır. Bu çıxmır. Orada mənim şeydir, yuxarıda submit by var. Oradan niyəsə məndə bot yazdı. My account yox. Onda my account-a basmağa çalış. Basma olmur. Ops. Estağfurullah. Müəllim, bu problemlər bezdirdi. E-Olimp niyə normal işləməyə çalışmır? Bilmirəm, heç bir fikrim yoxdur. Niyə bot yazır? Dünən də bot yazmırdı. Estağfurullah. İndi my account-a təzədən basılmır. Basıldı indi. Basıldı. Ben zarafat etdim. Okey. Neyse. Ben dünenler bütün çalışmışım ki niye submit olmur. Ona. Neyse. Neyse uşaqlar, gəlin birincisi bu setin üstündən keçək görək yadınızdan çıxmayıb heç olmasa mövzunun özü. Məncə çıxmaz. İnşallah. Müəllim, əslində elə bir şey yoxdur. Erase var, insert var, find var. Çox qəribə bir Yani şəkildə. set çətin değildi. İddialısınız. Müəllim, qorxuram seti yazanda elə bilərsiniz ChatGPT kodu deyə. Yox. Biləcəm onları. Çünki orada i bölünsün nəsə var. Bilirəm, ChatGPT ilə yazır, amma setdən usta yəni yazılma olduğu məcbur odan usta. Ona görə narahat olmayın. Məcburiyyət tələb edir. Bəli. Uşaqlar, baxın, set. Deməli, onda keçdik bir məktəb üsulu, bir suallar verməyə. Setə ədədləri necə əlavə edirik? Ancaq 2 nəfər. Bir də müsaade. Setə ədədləri necə əlavə edirik? Yəni set də əslində vektor kimi bir qutu idi və bu qutunun içinə biz ədədləri atmalıydıq. Bəs onu necə eləyirdik? Hansı proseslə? İki nəfər bilir onu da ancaq. Yəni, bu qədər fikirləşsi bir şey deyil. Yəni sual deyil əslində. Bu sadəcə bilməli olduğunuz şeydir. Yəni vektorda necə ədədləri əlavə edirik desəm, bunu da bu qədər fikirləşəcəksiniz. Əkbər və mən deyim artıq. Denə. Müəllim Cəmil də bilir. Cəmil sən Cəmil. deyək. Ben insert edip bakıyorum. Insert eləyirdik. Insert məsələn bir x eləyirdik. Bu insert eyni ilə pushback-in ekvivalenti kimi bir şeydir ki, hansı ki vektorda necə ki pushback eləyirdik ədədləri əlavə eləmək üçün, setdə də həmin şeyin adı sadəcə dəyişir və insert olur. Başqa heç bir şey dəyişmir. Amma bir dənə də şey dəyişir ki, bəs setdə ədədlər necə düzülürdü? Bunu kim deyə bilər mənə? Denən Əkbər. Müəllim, burada avto olaraq sortlanırdı ədədlər. Okey. Avto olaraq sortlanırdı. Bu bir. Sonra setin vektordan fərqi nə idi? Birincisi o idi ki, avto olaraq sort var idi. Mən siz demişdiniz ki, Mhm. Əkbər əl qaldırmışdı. Denən Əkbər deyib birin. Sırayla deyin. Mən siz demişdiniz ki, setdə sortlamaq və ya reversləmək olmur. Ay sağ ol. Sortla reverse olmur. Çünki zaten onsuz ehtiyacımız da yoxdur. Çünki onsuz avtomatik olaraq bu sortlanıbdır. Yəni məsələn, mən 2 birincisi 2-ni insert eləsəm, sonra 5-i insert eləsəm, sonra 3-ü insert eləsəm, bu necə düzüləcək? 2, 3, 5 şəklində, düzdür? Avtomatik olaraq sortlanmış şəklində. Bu 2 dənə hal belə. Bəs 3-cü hal, məsələn, belə bir şey deyim. Mən belə bir şey əlavə eləmək istəsəm. Məsələn, bunun sonucu nə olacaq? Onu deyim mənə. 3, 2.
bunun sonucunda necə bir şey olacaq qutumun içində? Mən bir də siz demişdiniz ki, deyəsən, vektordu məsələn belə yazandı, sıra-sıra yazırdı, amma setdə belə deyildi demişdiniz. Necə idi bəs? Bir saniyə xatırlama çalışdım. Yəni demək olar şeyin yarısını xatırlayırsan, amma arxası yoxdur. Okey. Kim deyər onu? Bunun sonucunda nə olacaq? Başqa bir şey. Necə Bunu başa? bilmirəm. Yəni Mən 2-2, 3-5-5 oldu amma 2-2 yox. Məsələn, mən Mənim insert mənim yəni məsələn vektorda təkrarlanmalara icazə verilir, amma setdə mənə icazə verilmir. Aha, bəs onda sonucunda nə olacaq? Yəni necə bir qutuda necə ədədlər görsənəcək? Məsələn, nə? 500 2, 5, 3 belə. yazılır. Aha, yəni yox, çünki avtomatik olaraq sortlanma var. Ona görə necə olacaq? 2, 3, 5 olacaq. 5, 3 yox. Yəni 3-cü şərtdə nə oldu uşaqlar setin? O oldu ki, təkrarlanmağa icazə yoxdur. Amma kim deyər mənə təkrarlanmağa icazə olan nə idi setə oxşayan? Denən Əkbər. Müəllim vektor. Yox, yox, yox. Setlə hər şey eynidir, sadəcə təkrarlanmağa icazə var. Müəllim setlə eyni olan nə var? Yarışın adına diqqət eləyin. Müəllim multiset. tapdım yazılan çıxdı multiset. Multiset. Multiset uşaqlar. Multiset dediyi nə idi? Multisetdə hər şey setlə eyni idi. Sadəcə təkrarlanmağa icazə verdi. Yəni əslində multisetdə mən bu şeyləri insert eləsəydim, elə sadəcə belə görsənəcəkdi. 2 2 3 5 5. Və qalan hər bir proses setlə eyni olacaqdı. Yəni avtomatik olaraq sort var, sortla reverse yoxdur. Sonra məsələn for-u necə yazılırsa elədir. Okay. Bəs ədədləri necə silirdik setimizdə? Müəllim bir dənə də fərqi var idi Nə? vektordan. Denən. İndeksləmə yoxdur. Hoppa, qəşəng. İndeksləmə yox idi. Düzdür. Bu ən önəmli olan bir şeylərdən biri idi. Yəni setdə indeks yoxdur. S0, S1 deyə çağıra bilmirdik. Denən cəmi. Mənim bəs sürət hansı daha tezdir, vektor yoxsa? Yəni o qədər də fərq eləmir, amma məsələn bəzi şeylərdə daha tezdir. Çünki setdə avtomatik olaraq sortlama var, amma sən vektorda istifadə eləyəndə əslində o biraz da zaman tutur deyə, ona görə set daha yaxşıdır. Həm də bir indeks olaraq yer tutmur deyə falan. Yəni ona görə set daha üstündür deyə bilərik vektordan. Amma yenə də vektorla eləyə biləcəyimiz məsələlər varsa, vektor istifadə eləyə bilərik. Yəni çox ciddi bir fərq yoxdur da. Yəni amma bəzi suallarda setlə yazmaq çox iş yarayır da. Yəni dediyim kimi sort məsələsində məsələn, sən bir də orada sort yazanda o əlbəttə biraz time olaraq yer tutur. Amma setin işləmə prinsipi zaten odur. Denən Cavidən. Mənim şeydir, rəqəmləri silmək üçün erase-dən istifadə edirdik. Rəqəmləri silmək üçün erase-dən istifadə edirdik. S.erase Mötərizə məsələn x. Bəs bir dənə də sual. Hardan bilə bilərdik ki, məsələn 5 ədədi bizim setimizdə var, yoxsa yoxdur? Yəni mən necə yoxlaya bilərəm ki, 5 mənim setimdə var, yoxsa yoxdur? Cavidan əlini qaldırdı, endirdi. Mənə qaldırıb endirdik seçdim. Səs gəlsin. Mən səsimizi duyun. Yaxşı, denən Əkbər, Cavidan bayaq dedi, sən denən indi. Müəllim, bu setdə dəqiqə. Nə deməliydi? Bir şey soruşacaqdım. Setdə ədədi tapmaq. Find. Aha, yəni bəs necə yoxlaya bilərəm ki, yəni bu ədəd var yoxsa yox, tam denəndə onu.
Müəllim, find-ın qabağında mötərizədə yazırıq ki, məsələn, insert-də verdiyimiz bir dənə ədədi. Məsələn, insert-də 2, 3, 5-i verdiysə, find-də yazırıq ki, find 5, find 5. Vəsə, bundan bitir. Müəllim, təbii ki, orada nöqtə vergül də var. Yox. Tam belə deyil axı. Biraz da düşün və yaxud da başqası birisi tamamlaya bilər. Mənim Cəmil yazmalıdır. Denəcəm. Mən countla tapmaq olar. Ups, sən count-a girdin. Yox, count-la da olar, amma countsuz find-la necə eləyə bilərik? Müəllim, belə deyil ki. Yox, belə tamam. Bunun xüsusi bir cavabı yoxdur. Yəni bu true false cavabı qaytarır əslində. Amma bunu necəsə yoxlamalıyıq, yəni. Mən bol işlədirik. Yox. Sən də true false deyən kimi bull dedin ki, vəziyyətin içindən çıxasan. Hələ Ağlıma heç çox eldi true false deyəndə. Okey. Baxın uşaqlar. Müəllim, for-la gedirik tapırıq. Yox. Baxın uşaqlar, bir dənə hər şey yazaq. Deməli, ədədləri belə insert eləyirdik. Bu iflə gedirik yoxsa. hə, if-lə gedəcək. Erase dedik ki, belədir. Sadəcə ədədi silir bu proses və nə demişdik? Find-ı if-lə yoxlayacağıq ki, məsələn, find 5 bərabər deyilsə s.n-də. Onda bu ədəd məndə var. Else əgər bərabərdirsə s.n-də. Onda bu ədəd məndə yoxdur. Bunda niyə belə olurdu? Çünki düşünün ki, bizim setimizdə belə bir ədədlər var. Məsələn, mən 8 axtarıram. Məsələn deyirəm də. Gəlir baxır. Buna bərabərdirmi? Yox. Buna bərabərdirmi? Yox. Buna bərabərdirmi? Yox. Buna bərabərdirmi? Yox. Gəlir bura və s.n-də bərabər olur. Yəni ən sonuna setin. Yəni burada avtomatik deyər ki, mən heç nə tapmadım da n-də qədər gəlmişəm, amma belə bir ədəd tapmamışam. Ona görə yazırıq ki, nə vaxt ki s.n-dən fərqlidirsə bunun cavabı, onda belə bir ədədimiz bizdə var. Amma sən nə vaxt ki s.n-də bərabərsən, onda yoxdur. İndi burada nə sual var densin? Kimsə əlin qaldı. Denən Murad. Müəllim, biz niyə erase yazdıq? Mən başa düşmürəm. Erase elə belə yazdıq ki, sadəcə yadımıza salaq ki, yəni sadəcə insert belə olunurdu, erase belə olunurdu, sadəcə göstərmək üçün. Yəni erase ədədi silmək üçün istifadə eləyəcəyik. Biz erase-siz yaza bilərik, yəni. Yaza bilər. Yəni bu dediyin kimi də, yəni sən sadəcə ədədi silmək istəyirsənsə o vaxt istifadə edəsən bunu. Tamam. Denəmək bə. Müəllim, buradan sualım yoxdur, amma bir də deyəcəm, 2D set deyə bir şey var. 2D set. Çünki Şey, indiyənə qədər array, keçdiyimiz bir də bütün hər array şeyin işte. 2D-si var. Yəni düzdür, vektorun da 2D-si var, amma istifadə eləməmişik. Nə? Yəni var da. Var. Mən Əkbərin nə deməsi məndən alır. Yəni var, hə, belə yazılır. Vektor, ll, məsələn v. Bu 2D vektor demək. Müəllim, bəs seçin. Setin mən istifadə eləməmişəm heç vaxt. Amma yoxdur, yəni set dəqiq yoxdur. Çünki setdə sadəcə belə bir şey var. Set pair ll keçəcəyik. Bu pair dərsində olacaq. Yəni belə ancaq ikili pairlər saxlamaq olar, amma belə 2D kimi stabil olaraq seti istifadə edilmirik. Çünki Yəni bu pair nə iş yarayır ki? pair, baxın belə bir şeylər olacaq uşaqlar. Məsələn, siz bəzən olacaq ki, vektorunuzda və yaxud da başqa bir data tipində ədədlərinizi belə saxlamaq yox da, məsələn, nə vaxtsa belə bir şey saxlamaq istəyirsiniz. 2 bir cütlüyü. Məsələn, 1 3 cütlüyü.
4-5 cütlüyü, 6-7 cütlüyü. Məsələn, belə bir şeylər saxlamaq istəyirsiniz. Bu adətən belə bir məsələlər olacaq ki, məsələn, nümunə olaraq deyirəm. Sizə saatlar veriləcək. Məsələn, siz 1-də gəlmisiniz. Tutaq ki, hardansa 2-də çıxasınız. Bu birinci adamın giriş və çıxış vaxtıdır. Çətin sualdır, yəni bunu sadəcə elə belə deyirəm. Məsələn, bu adam 1-də gəlib 2-də gedibdi. Başqa bir adam var, 2-də gəlibdi, 4-də gedibdi. Başqası var, 4-də gəlib 5-də gedibdi. Və biri də var ki, hansı ki, tutaq ki, nə bilim, 1-də gəlib 7-də çıxıbdı. Sizdən məsələn istəyəcək sual ki, nə istəyirdik? sualda məsələn belə bir şey istəyəcək ki, eyni vaxtda maksimum neçə adam qalıbdı məsələn o yerdə. Yəni məsələn bir adam gəlib 1-də çıxıb 2-də gedib də, yəni. Həm məsələn bir an olacaq ki, tutaq ki, saat tutaq ki 5-də, məsələn deyirəm də. Orada 3 dənə adam qalıbdı eyni vaxtda. Məsələn bizdən istəyə bilər ki, həmin maksimum neçə dənə adam olubdu. Yəni maksimumda bəzi anlarda olacaq 1 adam olacaq, bəzilərində 2 olacaq. Siz bunu yadda saxlamaq üçün vektordan məsələn vektorun pair versiyasından istifadə edə bilərik ki. Yəni biz artıq vektorda bir ədəd götürməyəcəyik və yaxud da 1-2 olaraq götürməyəcəyik. Məsələn, biz niyə vektor pair götürə bilərik? Çünki biz bunu sortlamaq istəyə bilərik ki, məsələn, hamının ilk gəlmə ardıcıllığına görə sortla. Artıq bu rəqəmləri necə sortlayacaq? İlk nədirsə, ilk rəqəm ona uyğun sortlayacaq. Məsələn, 1, 2, 1, 7. Bunların ikisində biri bərabərdir, amma 2 daha kiçikdir deyə birinci bunu qoyacaq. Bu birinci cütlük. Sonra 1, 7-ni qoyacaq. Sonra 2, 4-ü. Sonra 4, 5-i. Sortlayandan sonra belə olacaq. Neyse, bunlarla başınızı qarışdırmayın pairlə falan. Hələ ki bir setim. Məlumat sortlaması ilk öncə birinci ədədə, sonra ikinci ədədə baxır. Əgər birinci ədədləri bərabərdirsə, sonra ikinci ədədlərini müqayisə aparır. Məlumat qarışdı lazım deyil. Müəllim çox qorxulu suallardır ya. Amma bunlar AZS-Kapda əsasən rastlanmır. Bu RFO tipli bir şey idi. Ya da Çox qorxuram Elif. xahiş edirəm, seti bir dənə bitirək, sonra qorxsanız onları həll eləyərik. Baxın, deməli, bu setdən öyrəndiklərimiz idi. Sonra setdən bir dənə də şey öyrəndik ki, hansı ki, məsələn, LLE S olaraq baxacağıq setin elementlərinə və siyahıta i-ni verəndə bu bizə setin elementlərini çıxışa verəcəkdir. Məsələn, bu nə deməkdir? Sən i-lər mənim S-imdəki ədədlərdir, yəni setimdəki ədədlərdir. Sən get bu i-ləri məsələn çıxışa ver. Və yaxud da tutaq ki, i plus 2 ver çıxışa, belə bir şeylər. Yəni, i sadəcə setimizdəki ədədləri bildirəcək. Yəni, setimizdən ümumən öyrəndiyimiz şeylər buydu. Hansı ki, insert eləyirdik, erase eləyə bilirdik, for belə olurdu və s.find var idi ki, hansı ki, yoxlayırdıq ki, məsələn, bu x ədədi mənim setimdə var, yoxsa yoxdur. Sonra sadəcə s.size var idi ki, hansı ki, setimizdə neçə ədəd var idi, onu çıxışa verirdi. Yəni, Mən LLE bölünsün S nə idi? bu o deməkdir ki, yəni S odur, setimizin adıdır. Yəni sən buna ST desən, bura ST yazmalısan. Bu seti bildirir. Yəni, I isə odur ki, i sənin setindəki ədədləri bildirəcək bir-bir. Yəni sənin setində belə bir şey varsa 2, 3, 5, birinci gedib 2-ni verəcək, sonra avtomatik olaraq keçəcək 3-ə, sonra avtomatik olaraq keçəcək 5-ə və bunları çıxışa verəcək. Tamam? bəs bunu biz nədə istifadə edirik? Yəni səndən ola bilər ki, deyək ki, setindəki ədədləri çıxışa ver. Yəni belə şey istifadə Hə. edə bilərsən. Ya da setindəki ədədlərini 2 vayda artır, çıxışa ver. Yəni belə bir şeylər deyə bilərsən məsələn. Anladım. Sonra, ümumi bir dənə keçək, setdə yenə nə fərqliliklər var idi? Avtomatik olaraq sortlanırdı, indeks yox idi. Denə, kim sədəsi deyir? Şeydir, dərsdən sonra sizin vaxtınız olar, sözüm varsa. Niyə olmur? Sizə həmişə vaxtım var. Elə dedim, elə bir şeydir, mafya. Nəsə gizlin söhbət çağırsan elə bilmə. Var uşaqlar, hamınıza vaxtım var. Təhlükəli işlər. Deməli, autosort, indeks yox idi, sortla reverse yox idi, erase var idi, insert var idi. Hər bir ədəddən bir dənə olurdu. Sonra başqa heç nə yox idi. Yəni setin ümumi olaraq, mövzu olaraq sadəcə yəni
bunları bilmək bəs eləyir də. Yəni sadəcə suallar üzərində də təkmilləşdirə gedəcəyik. Yəni setin mövzusu izahından məncə bir problem yoxdur, düzdür? Keçək sualların üstünə işləyək. Bəli. Mənim seti hələ bilmirəm, amma indiyənə qədər ilk dəfədir ki, bir dənə mövzudur ki, 4 dərsə başa düşdüm, o da vektordur. Ola bilər. Bəli, mən vektor çox çətindir biraz. Yazılış çətindir. Vektordan sonra set asan gəldi. Düz elə olacaq onsuz. Yəni həmişə onsuz da bir növrə nədənsə qoyulur, sonra ondan sonra həmişə daha asandır olur. Yəni məsələn siz Amma setdən sonra string məncə tərsinə olacaq. elə şey olmayacaq, narahat olma. Məsələn siz vektoru bilmədən birbaşa setə başlasaydınız, wow, çətin olardı da yəni. Amma vektordan set başlayanda daha rahat olur. Eynilə digərlərdə elə olacaq, narahat olmayın. Həm müqayisə edə bilirik vektora baxanda. Ona görə daha rahat. Yəni vektoru artıq biləndə sən müqayisə etsən ki, S-dəki insert vektorun pushback-idir. Yəni belə müqayisə apara öyrənə bilirsən. Yəni nədənsə yadında saxlaya bilirsən. İolipdə mütləq burada yazmalıyıq, bu editorda. Yox, başqa yerdə yazıb kopyalayıb buraya yapışdıra bilərsən. Bəli, burada kopyalamaq olmur məsələn. Olur axı. Yəni məsələn Məndə nəsə alınmadı. Birini çox kodumu yazmışdım, kopyalayırdım, atanmırdı. məndə oldu. Yəni yenə də videodakı sən şeyi həll eləmisənsə, gəl yenə burada submit elə. Deyə Olimpi boş ver. Açıq string çətin olacaq deyəndə elə bir spoiler yedik. Çətin olmayacaq. Aşağı string bəlkə də öyrənəcəyiniz Mənim maraqlı funksiyası mövzulardan. çoxdur, dəhşət çoxdur funksiyası. Çoxdur, amma mövzu olaraq çox maraqlı mövzudur uşaqlar. Yəni düşünün ki, bir dərsin 3 dənə yarışı var. Yəni bu çətinlik yoxdur, əksinə maraqlı olan bir şeydir. Yəni bir növ ki, siz sözlərlə işləyirsiniz, artıq biraz rəqəmləri Sözlərin buraxırsınız. üstündə oynayacağıq müəllim. Yəni sözlərin üstündə oynayasınız. Məsələn, deyəcək A-ların yerinə B ver, A-nı böyüt. Yəni bir növ elə bir ana dil dərsinə girəsiniz, amma bunu proqramlaşdırma ilə eləyəsiniz. Yəni başqa bir şeyə gələsiniz də, o level'a gələsiniz. Yəni bu oyun oynayırsınız, başqa bir level açdınız. Necə? Mən dərs dəyişəcək, riyaziyyat dərsi edəcəm, Yəni bilməyəcək. sözlərlə işləyəcəyik ancaq. Ona görə maraqlıdır məncə. Görəsiniz özünüzdə. Baxın uşaqlar, məsələn, A sualı. Nə deyir? Deyir ki, bizə ədədlər verilir. Sənə deyir ki, eyni ədəddən ikinci səfər görəndə sən həmin anda neçə dənə ədəd varsa əlində, onu çıxışa ver. Bu əslində bayaq ki, o 5, 6, 7, yəni 3 dənə eyni ədədin gələndə neçə dənə ədəd varsa onu çıxışa vermək sualına oxşuyur, amma sadəcə biraz fərqlidir. İndi gəlin baxaq görək necə eləyəcəyik. Deməli. Müəllim, deyəsən son yarışların hamısının C sualı bu tiplədirsə, deməkdir ki, gələn yarışda belə olacaq. C deyil axı bu ad. Səhv çıxdı teoriyan. Ayda, teorem səhv çıxdı. Sinən eləyirəm hər dəfəsinə ədədləri və setimin içinə atıram. Atdıq mı? İndi baxın, mən hardan bilə bilərəm ki, bu ədəddən artıq ikinci səfər görürəm mən. Baxın məsələn. Bu niyə belə kopyalır? Nəsə belə eləyək. 3, 6. Sonra nə idi? 5, 6, 7. Baxın, ədədə əlavə elədim. 3-ü əlavə elədim setimin içinə. Sonra gələn səfər gəlirəm 6-nı əlavə edirəm. Gələn səfər gəlirəm 5-i əlavə edirəm. Denən əkbər. Mənim ikinci dəfə dediniz, o necə görərik? Find nə yaza bilərik? Find yazanda break. Elə yazacaq. Bax, 3, 6, 5-i əlavə eləmişəm. Düzdür, bu belə olacaq əlavə olunandan sonra 5, 6. İndi baxın, mən ikinci səfər əlavə eləyəndə, mən bunu yoxlaya bilərəm ki, əlavə eləməmişdən qabaq. Əgər s.find məsələn, n bərabər deyilsə s.n-də, yəni mən indi baxdığım bu 6 ədədin əlavə eləmişəmsə nə vaxtsa, yəni hələ ki əlavə eləməmişdən qabaq baxıram. Buna diqqət eləyək. Yəni varsa bu setimdə mən əlavə eləmədən də, demək ki, mən artıq bu ədədi ikinci səfər əlavə eləməyə çalışacağam. Ona görə burada bir cout-a s.size plus 1 verəcəyik. Niyə plus 1 verəcəyik uşaqlar? Çünki mənim hal-hazırda əlimdə məsələn 3 dənə ədəd var
Mən gəlib bu 4-cüyə baxanda, hələ ki əlavə eləməmişdən qabaq, zaten əlavə eləsəm də size dəyişməyəcəkdi. Əlavə eləyəndən əvvəl baxıram deyə bu +1-i ona görə qoyuram. Çünki eyni ədədin o təkrarlanmasını da əlavə üstünə gəlirik də, hələ ki əlavə eləmədən. Siyahıda bunu verəcəm. Və eyni ilə o biri sualdakı kimi, məsələn, gəlin bir bul götürək daha rahat olsun. Məsələn, bul tapıldı bərabər olsun false-a. Deyəcəm ki, burada tapıldı bərabər olsun trueya. Mən artıq istədiyimi tapmışam. Və yoxlayacağam ki, tapıldı əgər false-dursa, dedik rahat yazılışı var. Bunun qabağına bir need atırıq. False-dursa, sən continue elə. Yəni, bunlarda artıq mənə lazım deyil. Heç nəyi yoxlama. Və yaxud da yenə istədiyiniz kimi x bərabər 0 götürə bilərsiniz. Bura x bərabər 1 deyib və burada yoxlaya bilərsiniz ki, or, məsələn, x bərabərdirsə 1-ə, bunu silib artıq. X bərabərdirsə 1-ə continue elə. Yəni, eyni şeydir, sadəcə bununla da yaza bilərsiniz, belə də yaza bilərsiniz. Denən Əkbər. Müəllim, bul tapıldı bərabərdir false yazanda, bul tapıldı bərabər 1 yazanda o başa düşəcək artıq o true'dur. Belə yazsan, Tapıldı bərabər olanda 1-ə. tapıldı bərabər olanda 1-ə, bu o deməkdir ki, tapıldı bərabərdir true'dur. Hə, başa düşürəm. Yəni, 1 sıfırlardan ibarətdir o bul. Və yaxud da true və yaxud da false-lardan. Amma mən sizə rahat, yəni, mən həmişə ona görə bul xoşlamışam ki, bir də bu if-i belə uzun yazmırıq. Sadəcə belə yazanda bu o deməkdir ki, true deməkdir. Əgər qabağına need atıramsa, bu o deməkdir ki, false deməkdir. Yəni, bu həqiqətən həm sürətini artırır kodun, həm də ki, yəni sürətini nə mənada artırır? Sizin əl yazmaq sürətinizdə. Yəni, bir də uzun nəsə yazmırsınız bundan sonra. Yəni, bu daha rahatdır məncə. Ona görə belə bir şeydən istifadə edə bilərsiniz. Yəni, bir dənə adi adın yazırsansa, bu true deməkdir. Qabağına need atırsansa, bu o deməkdir ki, bu false. İndi gəlin yoxlayaq, görək necə bir şey oldu. Məsələn, run eləyək. Yazaq ki, 3, 6, 5. Bəs siyahı Burada verdim də. Siyahı test.size +1. elə müəllim kod budur. Yes, budur. Mən alışmamışam qısa kodlar. Biraz qəribə gəlir. Siyahıtla oradaymış aşağıda verirdi ona görə. Bir saniyə, amma nəsə error verdi. Error vermə, düz siyahıda qaytarmadı heç nə. Bir saniyə. Ops, mən burada tapıldı, true'da continue eləməliyəm. Heç açmışam. Yəni, tapmışıqsa nəyəsə continue elədən. Mən bayaq görsədəndə orada need-ə qoydum. 3, 6, 5, 6 verirəm və nəyə qaytardı? 4'ü qaytardı. Yəni, bundan sonra nəyəsə də yazsaq belə, onsuz da heç nə verməyəcək bu. Çünki burada continue eləyirəm mən zaten. Və bununla da sualın şərti qutarır. Görün nə qədər sadədir uşaqlar. Vektorda heç bu qədər qısa kod var idi. Və görürsünüz, sadəcə neynədik? S-insert-dən qabaq yoxladım ki, bu ədədi mənim setimdə varsa, demək ki, mən bunu nə vaxtsa əlavə eləmişəm və indi əlavə elədiyim artıq təkrarlanmış bir ədəd olacaq. Ona görə cout sadəcə s.size və +1-i də niyə yazdığımı dedim. Çünki təkrarlanmış ədədi də üstünə 1 vahid ona görə gəlirik. Və əgər bir şeydə tapmışıqsa, continue eləyəcəyik. Aydındır uşaqlar. Bəli, müəllim. Asan idi. Asan Bəli. deyilsə də indidən sonra məncə Aydın. asandır. Okey, keçdik B-yə. Union of sets nə deyir? Deyir ki, sizə n veriləcək lap başda və n dənə massiv veriləcək. Gəlin birincisi inputu almağa çalışaq. Mənə bir n verilir və hər zaman 0-dan n-ə qədər gedirəm və hər dəfə bir, məsələn, LL K gələcək və neyniyəcək? Mənə K dənə ədəd verəcək bu. J0-dan gedəcəm JK-ya qədər J++. Məsələn, burada bir X də götürürəm. Hər dəfə Mənim sizin 2 X-i- massivlə yazırıq bunu. Yox, 2-də massiv deyil, qarışdırma, bax. Birinci formumuz o deməkdir ki, 0-dan n-ə qədər getdi. Bunu bağlayayım. 0-dan n-ə qədər gedir. Lap birinci neyinə? Bir dənə K al və K dənə ədədi input elə.
Sonra yenə bir dənə k al və k dənə də input elə. Oxşuyur əslində 2D-yə, amma tam o məntiq deyil də yəni. Bax, sıfırdan nə qədər getdim. Bu o deməkdir ki, neçə dənə massivim olacaq. Bu o deməkdir ki, indi neçə dənə ədəd input olacaq məndə. K dənə ədəd input olacaq və bu ədədlər də input olmuş ədədlərdir. Niyə massiv götürmürəm? Çünki zaten mənə bu ədədləri bir də istifadə etmək lazım olmayacaq. Çünki sualın şərtinə məndən istəyir ki, burada gələn ümumi ədədlərdə gör neçə dənə fərqli ədəd var. Yəni, fərqli ədəd o deməkdir ki, fərqli ədədlərin sayını deyir istəyir bizdən. Yəni, 2-ni mən bir dəfə saymalıyam. 3-ü bir dəfə saymalıyam. 4-ü bir dəfə saymalıyam. Yəni, burada əslində ümumi, bu 3, 4, 3-ə baxmayın. Bu hissəyə baxın. Hə. Burada ümumi neçə ədəd var? 7 dənə. Düzdür? 7 dənə fərqli bir ədəd var. Niyə? Çünki hərəsini bir dəfə sayıbdır. Hərəsini bir dəfə saymaq bizə hansı, nəyi xatırladır? Seti xatırladır. Düzdür? Hər ədəddən bir dənə olurdu içində. Ona görə hər dəfəsinə S-ə insert eləyəcəm bu X-i. Və siyahıda da gəlib S sayızı çıxışa verəcəm. Və bununla da nə oldu? Sualımız yenə bitdi. Müəllim, seti sevdim müəllim. Niyə bu qədər qısadır? Yəni, vektorla məsələn bunun həlli çox uzun olardı, amma setlə çox qısadır. Mənim set başqa bir dünyadan gəlib, çox qısadır. Prosta niyə bura? Hə, indi eləyə bildim. Səhv şey eləyirdim. Nə verdi? 7 verdi. Məsələn, gəlin bunu da eləyək. Dörd verdi. Yəni, aydındır, sadəcə input alınma şəkli biraz uzun idi. Sadəcə mən nə etməliyəm? Bunların hamısını setdən insert eləməliyəm və axırda baxacam ki, siyahıda S sayızı verəndə bilim ki, sonda neçə dənə fərqli ədədim var. Bunu da submit eləyək. Submit eləyəm ki, yarışda sizi keçim ki, sonra siz məni keçmək üçün şey eləyəsiniz. Baxın, rankingdə mən birinciyəm. Müəllim, penalti ilə qabaqda olsa sizi keçə bilmərik. Düzdür. Mənim sizlə sən 2 nəfər yarışacaq. Əslində siz indi bundan həllərimizə baş saldınız. Biz bunları gedib yazsaq, sizə çata bilərik. Yox, çatın da, mən nə deyirəm ki. İndi eyni tipləri əlbəttə izah eləməyəcəm. Müəllim, bu suallarda penalti necə işləyir? Penalti necə işləyir? Məntiqsiz deyərsiniz. Yox, məntiqsiz deyil əslində. Sən o penalti necə işləyir? Sən sualı nə qədər sürətli yazsan, sənin cərimən o qədər az olur. Və plus, penalti bir də nəyəsə sən çoxalır. Sən məsələn C sualına 11 dənə səhv həll atmısansa, sənə məsələn hər bir bu sualı düz yazdığın anda, məsələn 12-ci həldə düz yazdın. Sənə o hər 11 dənə səhv həllinə görə, məsələn hər bir səhv həllinə görə plus 10 penalti gələcək. Yəni nəticəndə plus 110 penalti gəlir. Məsələn deyirəm də. Yəni hər bir səhv həllə gəlir penalti, amma düzgün yazanda gəlir də ən sonda. Və nə qədər gec yazsan penaltində o qədər çoxalır. Penalti yəni nə qədər 10 aşağı dəqiqə olan? içində 10 dənə sualı hamısını düz yazsam nə qədər gələr təxminən? Hə, penalti onda çox az olacaq. Hətta 1000-dən də məncə az olur, səhv eləmirəmsə. Yəni o hər Müəllim, saytın məncə düzlüyü. 181 olmuşdu. Hə, yəni o elədir, yəni nə qədər tez və nə qədər dəqiq həllər atsan, o qədər aşağı olacaq penaltin. Amma bu yəni Siz 10 hə, denə. Mən 11 səhv dediniz, şey vektorda mən şey sual yadıma Hə, elə düşdü. oradan yadıma 11 düşdü. dənə səhv eləyib 12-ci. Hə, elə oradan şey elədim. Gəlməsən baxaq görə Cavidanın orada penaltisi nə qədər o bu yarışda. Çox olmuş o. Baxın Cavidanın penaltisinə. Yox, 133.770-dir, amma niyə Əkbərdən hələ də azdır? Çünki bu sualları yazanda yenə də çox 2 sual yazmamış. Hə. Yəni baxın bunların hamısı əslində nə qədərsə şey gəlibdi ona. Yəni amma takmayın yəni. ona, Onlarda elə da bir mən şeydir. hamısında şey cüzi bir dənə fərqlə yazmışam ki, Yadımdadır, bəlkə hə. cüzlər. Yadımdadır. C sualı uşaqlar eyni şey deyir. Neçə dənə fərqli ədəd var. Yazmayacağam bunun kodunu. Asandır. Eyni ilə B-dəki kimidir. D sualı da eyni olmalıdır.
Aha, deyir ki, tap ki neçədən fərqli ədəd var setində. Mənim bundan heç bir fərqi yoxdur. Yoxdur da, hə. Sadəcə mən praktik olsun deyə qoymuşam. Mənim dedi şey deməkdir, Suala baxmayın. insert-la verməliyik, sonra da C size çıxışa Aha, verək. O aha, bəs. aha. Bu suala Onsuz niyə? hamısından bir dənə sayır. Mhm. Bu sualda eyni şeydək var. Bax, sənə 5 verilir. Bir dəfə deyir n veriləcək, bir dəfə də n veriləcək. N verildi, n-dən ədəd verildi sənə. M verildi, m-dən ədəd verildi. Səndən deyir ki, dəqiqə görüm sualın düz deyirəm də, hə? Aha. Deyir ki, hər bir qiymətdən yalnız bir dəfə çıxışa ver. Yəni bax, 25-dən 3 dənədir. Amma birinci Müəllim, insert X eləyirik də, Sonra onsuz da bir neyləyəcəyik? dənə verir də. Sonra da çıxışa verəcəyik. Düzdür? Bəli. Yəni bu qədər. Əslində o B Hamısı məsələsi qısa ilə olacaq. eyni şey. Hə, hamısı eyni şeydir əslində bura qədər uşaqlar. Yəni burada çətin hələ ki yoxdur. Hə, F-ə baxaq. F maraqlı Mənim bu sualdır. çox çətin. Çox çətin deyil. Çox maraqlı sualdır. Gəlin baxaq. Xoşlayıram bu sualı. Sevimli sualınızdır. Sevimli sualım deyil, amma nəsə bu sualı xoşlayıram. Nəsə xoşum gəldi bu sualdan. O vaxt oxuyanda da xoşum gəlmişdi. Hə, baxın uşaqlar. Sualda belə bir şey deyir bizə. Deyir ki, birinci n verilir bizə. Bir dənə baxım. Hə. N verilir. Bu o deməkdir ki, siz n dənə lotereya bileti alasınız. Məsələn, 5 deyirəm, siz 5 dənə lotereya bileti almısınız. Bundan sonra bilməm lotereya bileti görmüsünüz ya yox. Məsələn, orada bir rəqəmlər olur, düzdür? Bəli, müəllim. Gəlin bir dənə bax. Qəpik ilə eləyirik. Yəni baxın məsələn belə bir şeylər olur da, düzdür? Belə bir rəqəmlər yazılır məsələn. O pozulma heç, bu heç, bu pozmaqdan deyil. Bax bu o belə bəzən televizorda göstərir və güya şarkının içində fırlanır, oradan top çıxır. Rəqəmlər. Hə, rəqəmlər düz çıxsa sən udursan. İndi uşaqlar, bizdən də bu sualda deyir ki, siz 5 dənə lotereya bileti almısınız. Və hər bir lotereya biletində baxın, görürsünüz, buradakı kimi 6 dənə rəqəm yazılacaq. Məsələn, birinci lotereya biletinizdə belə bir şey var. 1, 2, 3, 4, 5, 6. Birinci lotereya biletinizdəki rəqəmlər budur. İkincisindəki məsələn budur. Məsələn deyirəm də. Üçüncüsündəki məsələn olsun belə bir şey. 10, 12, 13, 14, 15. Yəni hər dəfəsində 6 dənə rəqəmli olacaq bu lotereya biletiniz. Yəni sadəcə birinci say veriləcək və hər bir saydakı lotereya biletində 6 dənə rəqəm olacaq. İndi lap bunları hələ ki boş verək. Sizdən sualda onu deyir ki, siz o vaxt qalib sayılırsınız ki, ümumi bu lotereya biletində siz bir saniyə burada necə deyirdi? Hə, baxın, birincisi bu rəqəmlər ancaq 1 ilə 49-un arasında ola bilər. Yəni lotereya biletindəki rəqəmlər 1 ilə 49-un arasında olacaq. Sizdən deyir ki, o vaxt udasınız ki, aldığınız biletlərdə 49 dənə fərqli rəqəm görmüş olasınız. Əgər belə bir şey gördünüzsə, həmin anda udmusunuz. Bir də deyirəm. Yəni 49 dənə fərqli nə demək istəyirəm? Yəni deyir ki, hər bir 1-dən 49-a qədər hər bir rəqəmdən ən azı bir dəfə görmüsünüzsə, onda siz udmusunuz. Siyahıta yes ver. Amma məsələn, tutaq ki 1-dən 48-ə qədər rəqəmləri görmüsünüz, amma 49-u görməmisinizsə, onda udmamısınız. Yəni sizin məqsədiniz odur ki, hər bir rəqəmdən ən azı bir dəfə görməlisiniz. Baxın, hər bir rəqəmdən 1-dən 49-a qədər ən az o lotereya biletlərinizdə olmalıdır. Belə bir şey varsa siyahıta yes verin. Əks halda no verin. İndi Müəllim, bizə belə nə olması eləyə yenə bilərik. izah edə bilərsiniz? okey. Bax, Məndə mən fikrini deyirəm. sualın həllini demirsənsə deyə bilərsən. Yəni fikir deməsən, sualın həllini necə eləyə bilərik? Tamam, qoy bir də izah edeyim, sonra sən denə. Yaxşı, yadına saxla fikrini. Tamam. Bax Əkbər, məsələn, 1 veribdi, bir dənə lotereya biletindəki rəqəmləri veribdi.
Məsələn, bunun sonucunda cavabı nə olubdu? Çünki sən 1-dən 49-a qədər bütün rəqəmləri görə bilmərsən bu lotereya biletində. Bax, ancaq 1-dən 6-ya qədər görmüsən. Gəl indi buna baxaq. Sənə deyir 9 dənə lotereya biletin var. Veribdi biletlərin. Bax, məsələn, birinci lotereya biletində 1-dən 6-ya qədərdir rəqəmlər. İkincidə bunlardır. 3-də bunlardır, 4-də bu, 5-də bu, 9-a qədər. Sən bu biletlərin hamısına baxsan, görərsən ki, sən 1-dən 49-a qədər bütün rəqəmləri burada görürsən. Bax, məsələn, 1, 2, 3, 4, 5, 6 zaten burada var. 7, 8, 9, 10 burada var. 11, 12-də bu. Hamısı əslində bax, ardıcıl edir təxmini. Görsən? Hər bir rəqəmdən ən azı bir dəfə görmüsən sən bura qədər, 49-a qədər. Bax, yəni 34-dən ola bilər 2 dəfə görmüsən. Heç bir problem yoxdur. Səndən istəyir ki, ən azı 1-dən 49-a qədər bütün rəqəmləri mən bu lotereya biletində bir dəfə görmüş olum. Həmin halda da qalib olmuş olursan. Ona görə də siyahıda deyir ki, get yes ver. Və bu 0 da nədir? 0 da o deməkdir ki, 0 olanda break edir inputu, yəni bura qədər ədədləri daxil eləməlisən. İndi aydındır sualın şərti. Yəni sən n dənə lotereya bileti alırsan, hər birində 6 dənə. Lotereyanın özünün sistemi çox qəribədir. O düzdür, yəni real bir şey deyil ki, o sadəcə Ancaq 49-a qədər olmalıdır ki. özü deyir ki, lotereya biletindəki rəqəmlər ancaq 1-dən 49-a qədərdir. Bəli. Yəni məsələn, tutaq ki, o hər bir ölkədə ola bilər başqa sistemlərdə. Məsələn, məncə bizdə 1-dən 99-a qədərdir falan, nəsə elə bir şeydir də. Yəni o lotereyadakı artıq rəqəmlərdən asılıdır. Yəni məsələn o dediyim kimi o belə şarik insinatı fırladıb çıxardılar. Yəni orada bəlkə də yəni 1-dən 99-a qədər olur da rəqəmlər. Yəni o burada da öz deyir ki, yəni məsələn 49-a qədərdir. Sənə də deyir ki, o 49-a qədər hamısını görə bilirsənsə, bütün rəqəmlərin azı bir dəfə, onda cavabın yes-dir. Hə, indi deyə bilərsən cavabdan fikir. Mənim ağlıma bir fikir gəldi ki, yəni belə bütün ədədləri çıxışa verə bilmək üçün mən n ədəd verək, bir də x verək. Sonra mən while-la gedək, s insert x verək, hər dəfə də x plus plus olsun getdikcə n-ə qədər. Də find verək. Sən axı burada ancaq bu ədədləri input eləməlisən. Orada niyə x plus plus edirsən? Mənim sual verə bilərəm. X-i verəndən sonra təzədən artmalıdır da o birisini vermək üçün. Yəni sən həmişə ardıcıl əlavə eləyəsən 1-dən 49-a qədər bütün rəqəmləri. Yəni sən belə deyirsən, sən mənim setimdə onda 1-dən 49-a qədər bir rəqəmlər olacaq. Bəs bunlarla necə yoxlayasan onu? Bununla nəsə eləmək fikrin var? Ya ideyanı tam başa düşmədim. Bəlkə də düz deyirsən, amma tam izah eləyənmədin elə. Bir də deməyə çalış. Kodda yazın, daha yaxşı. Necə? Məncə yəni kod üzərində izah edin daha yaxşı olur. Yo, izah hələ keçmirəm. Sadəcə fikriniz maraqlıdır. Yəni bir dənə n ədəd onsa verilirdi, n verək, x verək, sonra mən s insert eləyək x-i. Sonra da find verək. Find-də hər dəfə x axtarsın, x-lər dəfə artsın. Yəni sən deyək ki, x 1-dir. 1-i tapandan sonra x artsın, 2-ni axtarsın. Bəs o lap başdakı o inputda verilən ədədləri insert eləyəsən bunları. Yoxsa bunlarla heç bir eləmək fikrin yoxdur. Deyəsən dediyim fikir səhvdir. Yəni biraz oxşur, amma biraz da düşün. Deyən indi sən Əkbər sənə de. Mənimki əslində biraz sualdır, həm də fikir qarışıqdır. Aha, de. Mənim əslində ağlımda bir fikir var. Biz s-find'ı s-n-də bərabər eləyəndə orada for yaza bilərik içində. Yəni məsələn tutaq ki, deyirsən forun 1-dən 49-a qədər getsin, hər bir ədədi find Bəli, eləməli müəllim. yoxlarsan. Məsələn, s-find if-in içində yazarıq ki, s-find əgər bərabər deyilsə s-n-də foru 1-dən 49-a qədər get və siyahıta yes ver, else-də də siyahıta no ver. Eləyə bilərsən. Düzgün olur özdə həllin. Aha. Amma daha qısa həllini deyərəm, amma sən dediyin deyə də düzdür. Baxın uşaqlar, Əkbər nə deyir? Deyir ki, burada verilən ədədlərin hamısını insert eləyək.
Yəni məsələn burada belə bir rəqəmlər verilib də, düzdür? Hara getdi sual? Hə, bunlar. Bunların deyir hamısını insert eləyək. Sonra deyir ki, mən bir dənə for başladım 1-dən 49-a qədər. Deyir ki, hər dəfəsində s.find i eləyim. Yoxlayım ki, s.n-də bərabər deyilsə, sən continue elət. Hə, demək ki, bunu tapmısan. Amma nə vaxt ki tapmadın, hə, ücret tapmadınsa bu no halıdır. Əgər heç bir vaxtda no vermədisə, onda bu forun içindən heç vaxt bu else-ə düşmədisə, onda demək ki, mənim setimin içində bütün bu i-lərdən var 1-dən 49-a qədər. Hə, onda get cout-a yes ver. Bu birinci həll yolu. Kimsə əlini qaldırmışdı. Yəni yazaq yavaş-yavaş. Mən idim elə. Demə, istəyirdim. Mən elə fikrimin üstünə qalmağa çalışırdım, amma sonradan ağlıma gəldi ki, biz insert-ü necə eləyəcəyik o qədər ədədi. Sonra fikirləşdim ki, while. Baxın uşaqlar, birinci n-i daxil eləyirəm, buradakı n-i. Sonra uşaqlar, gedirəm, məsələn, for int i 0-dan i n-ə qədər i++. Bir də gedirəm, for int j 0-dan j neçəyə qədər? 6-ya qədər. Bu nə deməkdir? N vur 6-lıq əslində bir şey yaradırıq. Düzdür? 2-də 50. Və sin, məsələn, bir x eləyirəm. Məsələn, burada bir x yazaq. Və setimizdə mən bir şey deməyi unutmuşam sizə setdə. Okey, indi deyərəm. Burada yazsaz əslində. Mənim deyəsən, həqiqətən mən də eşitmişəm, nəsə var orada, amma hələ deməmişsiniz. Aha, deyərəm, indi yadımdan çıxıb demək, sorry. Okey, uşaq, baxın, hər birini insert edirəm, məsələn, x-i. Elədikmi? İndi Əkbər deyir ki, bir dənə for başladaq, i1-dən geçsin i49-a qədər. i++. İndi yoxlayım ki, əgər s.find i s.n-də bərabər deyilsə, hə, bu i-dən demək ki, məndə var. Hə, sən continue elə onda. Bir problem yoxdur. Else, hə, bax, nəyisə tapmadınsa, sən cout-a no verməlisən. Bu dəqiq qaldı. No verdik, burada qutardı. İndi burada bir dənə şey eləyəcəyik ki, məsələn, bu yenə tapıldı bərabər olsun false-a ya da true-ya, tapıldı deməyək. Məsələn, x deyək, hansı ki bərabər olsun false-a. False deməyək, true deyək. Mənim qarışacaq olmuş. Yuxarıda sin x eləmişik. Düzdür, okey. Onda yoxlamaq deyirəm. Yoxlama məsələn. Yoxlama true-dur indi. Yoxlamanı false eləyirəm ki, hə, artıq cavabımız false olubdur. Bundan sonra mı deyəcəm ki, yoxlama true-dursa, sən get cout-a yes ver. Çünki heç vaxt bu dəyişməyibdir. Yəni demək ki, bütün i-lərdən artıq məndə var. Ona görə cout. Mənim yes olacaqdır. Hə, yox. Biri böyükləndir. Yəni çünki çox mənasız bir şəkildə 0 verir, bir dənə o böyük olduğunu görə. Yəni belə olanda cout-a get yes ver. İndi demədiyim şey nədir uşaqlar? Demədiyim şey odur ki, biz hər dəfəsində setimizin içində əslində başqa bir ədədlər olacaq, düzdür? Bir dəfə bunlar olacaq. Gələn səfər, yəni məsələn bir dəfə bu olub, amma gələn səfər bunlar olmamalıdır. Sırf ancaq buradakılar olmalıdır. Ona görə s.clear deyə bir şey var. Bu nə edəcək uşaqlar? Hər birin setin içində nə ədəd var idisə, hamısını siləcək. Gəlin bir dənə bunlar olmadan baxaq ona. Baxın, məsələn, insert edirəm 2-ni, insert edirəm 3-ü, bir də insert edirəm 5-i. İndi bundan sonra bir clear edirəm. Bundan sonra məsələn insert edirəm 7-ni, cout-a verirəm məsələn. Gəlin baxaq görək nə verəcək. Mənim clear nədir ki? Deyəcəm. Clear odur ki, Əkbər, sən setində nə qədər ədəd var idisə, hamısını silir artıq. Yəni, bütün qutunu elə bir boşaldır yerə. Artıq heç bir ədəd yoxdur yəni orada. 0-1 setin var əlində. Və insert edirsən, yenə
Yəni clear-dən sonra bax. Yeni bir ədəd gəlir. Aha, yox bax, ədədim 2 3 5-im var idi də mənim əslində setimdə, düzdür? Clear Elə bir elədim. ondan Heç nə ədədləri qalmadı. sil, ondan sonraki ədəd qalır. Aha. Ondan sonra mı artıq yenə nəsə əlavə edirəmsə, boş bir set əlavə edir elə bil hamısını. Yəni s.clear-də setimiz yenə lap başdakı bax burdakı halına gəlir. Heç nə əlavə olunmamış halına. Yəni sən bura nə qədər şey əlavə edirsənsə elə, bir dənə s.clear eləməklə hər bir şeyi siləsən. Tamam? Kimsə nəsə deyir desin. Müəllim, orada erase ehtiyac yoxdur da. Erase, bax, erase bir dənə ədəd silirsən erase-nə. Amma clear hər şeyi silir. Yəni clear-da artıq şey deyə bilmirsən. Sırf 5-i sil, sırf 6-nı sil. Yəni erase-lə seçib eləmək olur, amma clear-lə hamısı gedir. Clear-lə hamısı gedir. Yəni heç nə qalmır. Yəni bu vektorda da var uşaqlar. Vektorda deməmişəm çünki heç vaxt yəni lazım olmayacaq vektorda, amma setdə bəzən lazım olur. Yəni heç setdə də o qədər lazım olmur. Sadəcə ümumən dedim, heç bu sualda indi clear-siz yaza biləcəyik. Sadəcə ümumən nə vaxtsa hər seti ümumən silmək istəyirsinizsə, s.clear eləyə bilərsiniz. Vektorda eyni ilə v.clear deyə bir şey var. Yəni deməmişəm çünki deyib əlavə məlumat kimi başınızı doldurmaq istəmirəm, amma setdə üzə bildinizsə vektorda da eləyə bilərsiniz, yəni. Mən bir şey Necə? soruşa bilərəm. Soruşa bilərsən. Clear-də məsələn bu sualda necə istifadə edə bilərik? Hə, bu sualda İstifadə istifadə eləyə bilərik, amma eləməsək də olar. İndi deyəcəm necə. Bax, mən burada niyə s.clear eləyirəm? Çünki ona görə eləyirdim ki, gələn səfər gəlib bu təzədən yenə nəyisə təzə bir loteriya biletlərini insert eləyəndə artıq eyni setin içinə əlavə eləməsin. Ona görə tamamilə seti boşaldırdım ki, təzə loteriya biletlərini görək biz. Ona görə s.clear eləyirdim. Gəlin birincisi run eləyək, məsələn bu şeyi. Run eləməmişdən qabaq. Müəllim, maraqlı sualıyım. Aha, maraqlı sualdır. Run eləməmişdən qabaq bir dənə bura yazırıq ki, əgər n bərabərdirsə 0-a break elə. İndi run eləyə bilərik. Bu sualın şərtində deyir bu arada, ona görə yazdım. Okay. Müəllim, niyə bu qədər no gəldi? Çünki heç nə vaxtsa nəyisə tapmayan kimi hamısında no verir, break eləməmişik. No, bir də yes. Tamam uşaqlar, bu birinci həll yolu. İndi eyni həll yolunda s.clear-siz necə eləyə bilərik? Seti while-ın içində yazsanız uşaqlar, s.clear eləməyə ehtiyac yoxdur. Gəlin run eləyək, sonra deyim niyə. No, yes. Baxın. Müəllim, elə onu soruşmaq istəyirdim. Niyə s-clear, yəni mənasızlıq onu yazmaq orada? S-clear-i bilirəm, hə, sadəcə Bəli. ümumən nəsə yadıma düşdü s-clear. Ümumən deməmişəm, ona görə dedim, yəni. Ona görə sonda ona görə dedim ki, elə ehtiyac qalmayacaq əslində. Sadəcə bilin də, yəni bəzi yerlərdə ola bilsin ki, köməyinizə çatacaq. Yəni məlumat olaraq qalsın ağlınızda. Hə, niyə uşaqlar seti while-ın içində yazanda clear eləməyə ehtiyac qalmır? Çünki hər dəfəsində while başlayanda set deyə bir şey görür bu adam. Yəni hər dəfəsində əslində təzə bir şey yaradır, təzə bir set yaradır. Yəni əvvəlkiləri artıq vecinə almır. Əvvəl nələrsə var idi və yaxud da yox idi. Yəni nəysə bu while-ın forun içində biz təzədən hər dəfəsində ilk başda seti, vektoru və yaxud da başqa bir şey təyin eləmişiksə, artıq buna ehtiyac qalmır. Yəni s.clear-ə niyə ehtiyac qalmış? Çünki seti mən ancaq bir dəfə təyin eləmişdim və ancaq bu setin üstünə baxırdı. Amma while-ın artıq ən başında yazanda bu nə edir? Sadəcə hər dəfəsində nəsə n daxil eləyəndə təzə bir set yaradır. Və ondan sonra gedir, baxır. Bura qədər bu sualın birinci həlli. Bu həlli kim baş düşmədi desin. Müəllim, rahat idi. İndi bundan da daha rahatını deyəcəm, onda daha da belə deyəsiniz. Müəllim, Çox rahat bizdə
uzun kodlar olacaq heç olimpiyadada filan. Məsələn 100 dənəlik Olacaq. Amma ilk turlarda yox olacaq. yəqin ki, finalda falan olar yəqin. Yəni finalda bəzi suallara baxdıq da. Orada axırıncı suallar biraz çətin idi. Yəni çox çətin olmayacaq əlbəttə. Amma eləcə 100% olacaq 100 dənəlik. RFO-da 100 normaldır artıq. Normaldır. Yəni qısa da olur, amma uzun kodlar çox olur yəni nisbətən. Siz hər danışanda Əkbər daha da şaşırır. Yəni uzun kodlar da olur, qısa kodlar da, amma yəni 100 üstü olan kodlar yəni çox görmüşəm də. Yəni o sənə elə gəlir, rəqəm olaraq, sətr olaraq elə gəlir, amma orada yazanda hiss eləmirsən də uzun kod yazmısan. Yəni orada niyə kodların uzanır? Bir şeydə nəsə problem tapırsan, o problemi həll eləyəndə təzə şeylər əlavə eləyirsən. Təzə şeylər əlavə elədikcə Müəllimə kodun biraz vaxt uzunlaşır. aparır da. Necə? Vaxt çox aparır Ona mənə. görə RFO-da daha çox vaxt verirlər də. Yəni RFO-da hər suala 1 saat düşür. Yəni 5 sual verirlərsə 5 saat vaxt verirlər. Yəni bəzən olur 4 suala 5 saat vaxt verirlər. Hətta beynəlxalq olimpiadaların seçmələri olur, onda 3 suala 5 saat vaxt verirlər. Yəni ona görə levellar var da, ona görə AZSK hələ ki ən basic-idir. Ona görə çox belə olmayacaq. İndi uşaqlar, mən desəm ki, sizə bunu silib, sadəcə bir if-lə bunu yaza bilirik desəm nə deyərsiniz? Şok olarım. Baxın uşaqlar, əgər mən yoxlamaq istəyirəmsə, mənim setimdə 1-dən 49-a qədər bütün rəqəmlər varsa, ən azı bir dəfə varsa, əgər belə bir şey olubsa, setimin sayı neçə olmalıdır? Onu deyə bilərsiniz mənə? 49. Bəs 48 olsa alına bilər elə bir şey? Xeyr. Onda Xeyr. mən niyə bunun əvəzinə yazmıram ki, s.size bərabərdirsə 49-a siyahıta yes ver. Əks halda no ver. Ayda. Mən sadəcə Əkbərin həllin üstünə getmək istədim. Yəni o da düzgün Müəllim. həll idi. Amma bir saniyə bunu 2 dəfə verdim. Mən break eləmədiniz. Okay, break O da deyil. break eləmədiniz. Bir də 0. Aha, güzel. No yes. Aydın oldu şu an. Kodumuz qat-qat qısaldı ye. Yəni baxın ona görə bir sualı yazmağın görürsüz 2 dənə üsulu var. Biri uzun yol idi, biri qısa yol idi. Baxın məsələn bayaq 30 neçənci sətirlərdə idi, amma indi 23-ə gəldi. Yəni uzun kod yazmaq səhv kod yazmaq anlamına gəlmir, amma əlbəttə qısa yol varsa qısa yol yazmaq həmişə daha yaxşıdır. Çünki o birində bug olma ehtimalı daha çox idi. Yəni kiçik səhvlərin olma ehtimalı daha çox idi. Amma bu qısa Mənim kod. 99 falan verə bilir böyük kodlar. Düzdür, hə. Kodunuz nə qədər uzansa səhv alma ehtimalınız biraz o qədər artır. Amma yenə də yəni yaza bilirsinizsə, yəni fikriniz olan olsa heç vaxt düşünməyin də uzundursa yazmayın, yazın getsin. Yəni mən sadəcə sizə onun nümunəsini göstərmək istədim ki, yəni bayaqki həldə düzgün idi. Uzun idi, nə olsun, amma düzgün idi. Aydın oldu, yəni hər bir ədəddən bir dənə varsa, məndə cəmi 49 dənə ədəd olacaq da sonda. Ona görə bir dənə yoxlayıram ki, s.size 49-sa siyahıta yes ver, əks halda no ver. Maraqlı sual idi ona görə bu sual. Qalanlarını izah eləməyəcəm. Sadəcə sualların şərtindən keçirəm üstündən. Bir saniyə sualın şərtini yadıma salım. Hə. Sualda bu A sualına oxşar sualdır. Deyir ki, bizə nə deyir? Hə. N verilir və n dənə ədəd verilir bizə. 5 verilib və 5 dənə ədəd verilibdir. Deyir ki, siz nəyi verməlisiniz çıxışa? Bir dənə də oxuyum. Hə. Əgər bir ədəd, bu ədəd sizin setinizdə hal-hazırda yoxdursa, əlavə eləməmişdən qabaq. Ona görə siyahıta deyir no verin və setinizin sayını verin bunu əlavə eləyəndən sonra. Yəni 1-i əlavə elədim, oldu setimin sayı 1, amma ən əvvəldə yoxlayıram ki, bu setimdə var, yoxsa yoxdur. Yoxdursa no verməliyəm. Hə, varsa yes verəcəm. İndi görək necə olacaq o. 2-yə baxıram, var setimdə, yoxdur.
no verdim. Əlavə eləyəndən sonra setimin sayı neçə oldu? 2. 3 var setimdə. Yoxdur. No verdim. Əlavə eləyəndən sonra Mən bir növ setim təkrarlanan ədədlərlə əlaqəli bir şey. yenə aysa elə bir şeydir. Bax 3 də yenə 3 oldu sayzı setimin. 10 çıxışa verdim. 4 yoxdur. Sayzı oldu 4 çıxışa verdim. 1 hə, bir var setimdə. Yes. 1 əlavə eləyəndən sonra setimin sayzı yenə neçə oldu? 4 oldu. Çünki heç nə dəyişmir. Təkrarlanan ədəd sayzımı dəyişdirmir. Ona görə yenə 4 verdim. Şərti o qədər də çətin deyil. Asandır. Həlli də asandır. Yenə də o A sualına oxşar həlli var. H sualı. H sualına nə deyir? Hə. Deyir ki, siz sizə AB aralığı verir və CD aralığı verir. Deyir ki, AB aralığından mən 1 ədəd götürsəm və CD aralığından 1 ədəd götürsəm, bunların hasilini tapsam, neçə Bəli. dənə mümkün belə fərqli hasil tapa bilərəm? Yəni, məsələn, baxın, 1 ilə 10 arasına 2 götürə bilərəm, buradan 4 götürə bilərəm. 8, məsələn, bu bir hasil. Buradan 3 götürə bilərəm, buradan 5 götürə bilərəm. Bu oldu 15, bu da başqa bir hasil. Amma elə olacaq ki, məsələn, buradan 5, buradan 3 götürəcəm, o da 15 eləyəcək, amma onu bir dəfə saymalıyam. Sizdən sonda o sayı istəyir ki, neçə dənə fərqli hasil alınacaq. Bu da asan sualdır, inanıram sizə yaza Yəni bu bilərsiniz. inşallah 100%. Çətin deyil. A ilə B aralığından bir dənə ədəd götürməlisən. Bunu nə ilə baxa bilərsən AB aralığına? Onu tapasan. Və Olmaz. CD aralığı, CD aralığından da bir ədəd götürməlisən, o yenə də onun hasilini tapmalısan. Sonra hasillərə necəsə baxmalısan ki, bunların hamısından bir dənə, yəni neçə dənə fərqli hasil var. Daha çox deməyim ki, ipucu olmasın, amma asan sualdır. Yəni belə getsə bizə artıq riyaziyyatdakı məsələləri verəndə də bir dənə koda yazacağıq, cavabını rahat alacağıq. Aha, əslində mən bir ara elə öyrəşmişdim, riyaziyyatdakı məsələləri eləməyə çalışırdım deyə bəzən belə beynim gec işləyirdi. Əllə yaza bilmirdim ki, kodla yazsam daha rahat olardı bunu. Yəni düşün, qabağımda nəsə rəqəmlər var, deyirəm bunu nətər sortlayım görən, gözlə baxıb nəsə setə əlavə eləyim falan. Biraz düşüncəniz üzrə daha çox proqramlaşdırma yönümə gedəcək. Həyatı informatik olaraq görürsüz, kodlaşdırma. Hə, elə olur. Çünki o görürsünüz ki, o daha qısadır. Bir də əllə yazmaq var, bunu hesablamaq var. Proqram mənim yerimi hesablayır. Burada nə deyir? Yenə deyir ki, neçə dənə fərqli ədəd var, onun sayını çıxışa ver. Amma deyir ki, yəni -3-dən 3 eyni şey sayılır. Yəni bunları fərqli ədəd kimi baxma. Yəni hamısına moduluna bax, bir sözlə deyir. Və denən ki, neçə dənə fərqli ədəd var. Yəni baxın məsələn, burada fərqli ədədlər Bu eyni şey. Yes, eyni şeydir. Sadəcə bir dənə modulu nəzərə alacağıq. Sadəcə ABCN yazacağıq. J sualı. Yenə 3 dənə sizə massiv kimi bir şey veriləcək. Bunların hamısını birləşdirməlisiniz, çıxışa verməlisiniz, amma hər bir ədəddən bir dəfə olmamalıdır. 2-3 dəfə də ola bilər. Amma sort sırayı. Yəni multiset. Yəni elə bir şey. K sualı. Bu sual şərti yadından çıxıb bir dəqiqə oxuyum. Hə, bir dəqiqə. Bizdən nə istəyirdi? Bir dəqiqə oxuyum. Hə, yəni siz şey verməlisiniz çıxışa. Təkrarlanan nədirsə, təkrarlanan ədəd nədirsə, onu çıxışa verməlisiniz. O da bir dəfə olacaq, yəni. Məsələn, burada 3 təkrarlanıb deyə 3-ü çıxışa verməlisiniz. Yəni, həmin təkrarlanmış ədədi çıxışa verməlisiniz. Asan sualdır. Artıq çünki F-ə qədər niyə demişdim? F-dən sonrakıların hamısı bir-birinə əslində oxşanmışdı. Onları yazmışsınızsa, bunları da yazarsınız. Burada nə deyir?
Hə, burada da belə bir şey 12. Hə. Siz məsələn burada bunların üçünün o ədədi ortasını tapsanız neçə olacaq əslində tutaq ki 17 bölünsün 3 olmalı, düzdür? Təxminən bu rəqəm. Amma sizə deyir ki 5 ilə 5-dən eynidir deyə bunların birini sayma. Yəni təkrarlanmayan ədədlərin ədədi ortasını tap. Yəni 5 ilə 7, sən get bunların ədədi ortasını tap 6 və bunları 4 işarə dəqiqliyi ilə çıxışa ver. Bu da asandır. Set yarışı belə uşaqlar. F tapşırığı. Set yarışı. Müəllim, bir də deyin də məsələsinin şərtini. Bax, deyir ki, sən ədədlər veriləcək. Sən təkrarlanmayan yox. Hər bir ədədin yalnız birini götürəsən. Yəni 5-dən 2 dənə varsa birini götürməlisən. Yəni hər bir ədəddən yalnız bir dənə götürəndən sonra bu ədədlərin ədədi ortasını tapmalısan. Yəni bu üçün 5-dən 7-ni Başa götürməlisən. düşdüm müəllim. Ədədi ortasını tapıb 4 işarə dəqiqliyi ilə çıxışa verməlisən. Müəllim, bütün suallara very easy göstərir. Xoşuma gəlmir. Very easy dostum. Hə, set multiset evə. Plus nə evə? Vektor 1 evə. Hansısa suallara yarımtı atmışsınızsa onları da submit edin bura. Plus bu da evə uşaqlar. Yəni yenə də 3 yarış evə. Amma bu dəfə daha ciddi yanaşın. Yəni belə boşluqlar olmasın uşaqlar. Yəni yenə R2-də bir var. Yenə var. Çünki səndə yoxdur. Müəllim, mən ancaq set işləyirəm. Eləmə də əvvəllərdə işlə. Yəni set düzdür. Öhdəliyiniz necə olsun? Birinci seti işləyin. Mən necə Sonra işləmişəm axı vektoru. Yox, sən yadımdan çıxır da bitirməmisən. Mən şey deyirəm, yəni ümumən danışıram. Yəni bitirməyənlər vektor belə yaxşı belə qururam Əkbər cümləni. Set multiset hamıya və vektor 1 və array 2D1 yarışlarını kim bitirməyibsə onlar zəhmət olmasa bitirər. Bizdə submit olmur axı, onu necə eləyəcəyik? Mənə yaz dərsdən sonra həll eləməyə çalışarıq. Tamam. Başqa da deyəcəyim bir şey yoxdur məncə. Deyəcəyim bir şey var ki, çox çalışın. Çox çalışın. Yəni featured articles nə deməkdir? Hardadır featured articles? Hə, Orada. bura nəsə şey, məqalə falan əlavə eləyə bilərəm. Yəni onu deyir əslində. Müəllim, yazın featured medal. Məqalə istəyirsinsə məqalə. Əkbər ASSL klubu kap oynayır. Evet. Gözlüyün yaxşı, gözlüyün sizə burada bir şey düzəldək. Mən çıxa bilərəm. Çıxa bilər, istəs qısa bir şey ala. Cavidan sənin nə sualın var idi, onu verib çıxa bilərsən sən də. Mən belə şey WhatsApp-dan zəng edib desəm olar. Gözlüyün neçə dənə uşaq var idi burada. Nəysə, hamınıza gold yazırıq. Briefədə yeni şey qoyacağım. Hə. Bura baxıb ilhamlana bilərsin. Əli oldu. Tamam uşaqlar, bu üçü evə. Daha çox motivasiya gəldi. Bəli. Bu üç evə. Başqa da yenə ikiniz qaldınız. Heç nə. O dəqiqə qaçırlar dərsdən, görürsünüz. Həmən. İş adamları da onların hamısı tələsirlər.